Salam dostlar, axşamınız xeyir olsun. Dostlar, yayımı yeni açmışıq. Zəhmət olmasa yayımı bəyənək və paylaşaq. Yayım biraz aktivləşsin, zəhmət olmasın. Yayımı bəyənək, paylaşaq dostlar. Artıq 300 nəfərə qalxmışıq. Biraz aktiv olaq yayımımızda dostlar. Yeni gələnləri salamlayırıq. Zəhmət olmasa yayını bəyənək, paylaşaq. Bugünkü statistikamıza baxaq, görək bizə neçə dənə. Hələ məlumat gəlməyib. Məlumat gəlsin deyəcəm bizə neçə aktiv izləyici lazımdır. Yayımı bəyənək, paylaşaq dostlar. Vüqar, axşamın xeyir olsun. Axşamın xeyir Vüqar. Salam Müşfiq müəllim, hər vaxtınız xeyir. Xoş yayınlar. Yaxşısanmı? Nə var, nə yox? Çox sağ olun, Allah razı olsun, hər şey qaydasında. İzləyiciləri də salamlayıram. Məni sev atmayanlar zəhmət olmasa məni sev atsın da. Canlını bəyənək, paylaşaq. Misafirə qoşulanlar zəhmət olmasa növbədə gözləyənlər mikrofonu bağlı saxlasınlar. Misafirdə olanlar canlını bəyənməsinlər. Bizim yuxarıda hədəflərimiz var. Zəhmət olmasa yayıma dəstək olun. Salam aleyküm, axşamınız xeyir Müşfiq müəllim. Salam İlqar müəllim. Buyurun. Hər vaxt xeyir. Müşfiq müəllim, bağışlayın, narahat edirəm. Bir sualım var idi. Buyurun. Mən sürücü işləyirəm, tır sürücüsü. Mən elə bil qışda Gürcüstandan bir maşın var idi, xahiş eləmişdilər, yükləyib gətirib Azərbaycanda öz yiyəsinə vermişdim də malı. Maşını da malı da. Bu yükdə gedib ünvana çatmayıb. Təzədən mən başqa maşınla Gürcüstana keçmişəm. Mənim burada saxlayıblar, pasportumuza da əlimdən alıblar ki, bəs sən yığımsan o yükü zadı. Mən də deyirəm, bütün sənədlər var da, mən o maşına yükü bura təhvil vermişəm də, kimə, yiyəsinə. Sən orada kim saxlayıb Gürcüstanda? Polis departamenti. Neçə gündür saxlayıblar? 25 gündür ki. Nə deyirlər? Pasport. Sənin vəkilin adın yoxdur orada. Vəkil indi 3-4 gündür də təzədə bir nəfərin əli ilə bir vəkil tapmışam. Yaxşı, sən malı Azərbaycanda təhvil verəndə təhvil təslim aktı yoxdur? Yox, amma o adam kağız yazıb, notariusdan təsdiqlədib ki, bəli, mən təhvil almışam da. Yox, indi yəqin sən Gürcüstanda ilişəndən sonra verib də onun notariusda, yoxsa əvvəldən Hə. Yox, elə o mən Gürcüstanda tuturandan sonra. Yaxşı, bu mal kimin malıymış? Mal buralarında elə bir Gürcüstan yükü, nə hansısa firmadır. Mən prosto belə deyim də. Sən o malı qəbul edəndə aktla qəbul edirsən, təhvil təslim aktından, düzdür? Hə. Yaxşı, sən o malı kimə təhvil verməli idin Bakıda? Maşının öz yiyəsinə. Yaxşı, verəndə bir təhvil təslim aktı orada tutdunuz ki, qardaş, bax mən gətirdim, təhvil verdim sizə. Yox, elə şey olmadı, özür istəyirəm. O oradan özü getməli idi də, elə bir ki, mən demirəm Bakıya kimi getməli idi. Məndən xahiş elədi ki, problemlərim var biraz. Bir dənə xahiş edirəm maşını Gürcüstandan yüklə gətirmə, təhvil ver Bakıda. Nə yükü idi? Şokolad. Yaxşı, indi bu adamlar sənə nə deyir? Sən deyir malı kimə verməliyik? Bu getməli idi, bilmirəm Özbəkistana harasa. Mən də deyirəm ki, mən birincidən Bakıya kimi getməli idim də mən. Mən, yəni danışığımız belə olmuş ki, mən Bakıda tükəsiyəm, mən Daşkəsədə gedə istəyirəm, mən Gürcüstan, Azərbaycan işləyirəm. Yaxşı, indi o Azərbaycanda malı alan adam gəlib Gürcüstanda ifadə verə bilər ki, malı mən qəbul eləmişəm. Danışdırmışam burada müstəntiq nəzadla, Gürcü nəzadla. Danışdırmaq şərt deyil və o Gürcü müstəntiq onu çağırmadı ki, gəl ifadə ver. Çağırır. Və nə deyir bu? Bu da deyir ki, mən xərcimi, raskodumu versinlər, mən gəlim. Hə, biletimi alsınlar, gəlim. Hə, indi də bunlar kağız istəyirlər ki, bəli,
sən həmən WhatsApp-a kağız göndərir ki, bəli, təhvil aldım. İndi də deyirlər ki, kağızın orijinalı olmalıdır, özü lazımdır bizə. Və yaxşı, bu surətini göndərib onda sənə. Hətta WhatsApp-la belə çəkib şəklini atıbdı. Bunlar da deyir ki, özü lazımdır. Bir nəfər getsin, özünü təhvil versin də. O, əlbəttə ki, özü lazımdır. Onu işin içinə tikəcəklər onlar. WhatsApp-la alınmaz axı o. Hə, yəni ondan sonra dedilər, buraxarıq. Bəli, bəli, o kağızı çatdırsınlar ondan sonra. Adam təsdiq eləyir ki, mən malı qəbul eləmişəm, malı. Sənlik Bəli, maşının malı təsdiq eləyir, notariusdan da peçatı, bir də müqaviləsi var, özünün hansı firma ilə işləyir. Bir də gömrük kağızı var. Deyir, onları da göndərim də. Onları göndərsin. Bir nəfərlə Gürcüstana gedən bir nəfərlə təyyarədə aparsın, versin. Oradan da bir nəfər Gürcüstan Azərbaycanlıları en qədərdir orada. Ay sağ ol. Gəlsin, götürsün, aparsın, versin də. Vəkil də elə deyir. Maşallah olsun Müşfiq müəllim. Allahın da olsun, elə qəbul elədiniz, elə danışdınız. Elə bil ki, işi bilirsinizmiş qabaqçıdan. Eyvallah Allah. Allah kömək olsun. Biz bu işlərin içində pişmişik də, quzu kəsin. Sağ ol. İndi vəkil də tutmuşam. İndi vəkil də deyir ki, bəli, bundan sonra buraxasıdırlar səni. Buraxacaqlar. O təhvil təslim aktını, o notariusdakı sənədin əslini göndərsin, buraxacaqlar. Ya gedib özü ifadə verməlidir. Əslində o özü də gedib ifadə verməlidir. Amma hər halda indi müstəntiq deyirsə, o sənədlərin əslini göndərsin. Sənlik nə var ki orada? Heç nə də. Pullar prosto deyir, Semir sənin adınadır, sən yığmısan. Deyirəm, mən də aparıb vermişim. İndi səni harada saxlayırlar? Elxan, çox sağ ol, Elxan. Mənə heç nə, telefonumu, pasportumu alıblar, özüm də çöldüyəm. Deyirlər, başqa telefon. Hə. Bildim. O nə böyük problemdir. Bakıdan göndərsinlər ki, orada aeroportda götürdü. İndi neçə gündür demirdilər də onu, dünən dedilər onu. Həftənin 5-ci günü. Çox sağ ol. Elə bir ciddi bir şey deyil. Buradakı adam o sənədləri göndərsə sənlik bir şey yox. Allah, yəni başqa mən burada yox, heç bir şey. Tutmayıblar Allah'a şükür, telefonla hamısı. Prosto bir dənə pasportum, telefonum bunlardadır. Səni tutmaq üçün əsas lazımdır, əzizim. Elə hər adamı sıra tuta bilməzlər ki. Mal artıq aydınlaşır ki, malı sən təhvil vermirsən filan kəsə. Artıq o filan kəs məsuliyyət daşıyır, maşının yiyəsi. Sənin nəyim lazımdır? Maşın da yığılıb, mal aparıb maşın yiyəsini vermirsən ki, Allah. Özünüz bilərsiniz. Ay sağ olun, düzdür. Yəni çox adam elədir. Sənlik bir şey yoxdur, İlqar. Bildim, çox sağ olun. Allah köməyiniz olsun. Sizə yazmışdım şəxsdə, nömrəniz lazım idi da baxmamısınız. Danışdıq da, şəxsidə çox yazırlar, çox cavab verə bilmirəm. Allah köməyiniz olsun, Allah sizdən razı olsun. Sağ olun. Vaxtınızı alın mənim. Buyurun. Sağ olun. Çıxa bilərəm də mən yəqin ki. Mən çıxardaram, sağ olun. Elxan, təşəkkür edirəm hədiyyələrinə. Hədiyyə atan dostlar, təşəkkür edirəm hər birinizə. Yeni gələn izləyiciləri salamlayırıq. Məni sevasmayanlar məni sevasında zəhmət olmasa. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Buyurun xanım. Deməli biz torpaq almışıq. 2007-ci ilin bələdiyyəsidir. Arxiv zat hər bir şey qaydasındadır. Sənədləri çıxarışa vermək üçün Abşeron rayon BT-sinə verdik. Oradan imtina gəldi ki, bəs başqa şəxsə məxsus kadastr belə deyək, üst-üstə düşür, filan nömrəli adını da deməmişdi. Kadastr planından üst-üstə düşür. Həmin adamı biz tapdıq. Gec də olsa, çətin də olsa tapdıq. Həmin adamın torpağının bizə aidiyyatı yoxdur. Onunki hasardadır, bizimki hasarsız. Hələ də onunki dağın dibindədir, bizdə biraz 5-6 torpaq irəlidədir. Və yaxınlaşdıq ki, bu insan gəlsin burada ərizə yazsın, imtina eləsin, yoxsa necə? Dedi, yox, bizlik deyil, gedin verin məhkəməyə. Həmin kadastrla üst-üstə düşən şəxsi biz notariusa dəvət etdik və sağ olsun imtina ərizəsi yazdı ki, mən həmin torpağın, mən aidiyyatı yoxdur, mən imtina edirəm ki, sizin xeyrinizə. Bir də imtinada yazılıb ki, ərazi mübahisəsi var, torpaq qobudadır. Güya ki, bizim bütün sənədlər Abşeron verilibdir. Güya ki, həmin torpaq Bakı deyir ki, Lökbatan arasına aiddir. Abşeron deyir ki, qobuya Abşerona aiddir. Bu problem var. Yəni, son çarə belə başa düşürəm ki, ancaq məhkəməyə vermək lazımdır. Məhkəməyə gedəcək o iş. İndi inzibati məhkəmə üçün sizə sualım odur ki, torpaq harda yerləşir?
o ərazi üzrə, aidiyyat üzrə vermək lazımdır, yoxsa sənədlər kimin adınadır, çıxarış Bakıda qeydiyyat üzrə? Bakıda cəmi bir dənə inzibati məhkəmə var. Ancaq bütün sənədlər... Yox, Sumqayıt, üzr istəyirəm. Bakı Torpaq Abşeron rayonundadır Qobu qəsəbəsi. O da Sumqayıtın daxilindədir. Yəni Sumqayıt inzibati baxmalıdır. Bir neçə nəfərdən məsləhətləşirik. Bəziləri deyir ki, torpaq harda yerləşirsə, torpaq da Qobuda yerləşir, Abşeron ərazisidir, Sumqayıt inzibatiyə ver. Bir neçə nəfər də deyir ki, yox, şəxsin adınadırsa, həmin şəxs harda qeydiyyatdadırsa, ora verilir. Şəxs də Bakıda qeydiyyatdadır. Onların heç bir əhəmiyyəti yoxdur, xanım. İnzibati məhkəməyə inzibati orqana verirsən, şəxsə vermirsən ki. İnzibati orqanda tutaq ki, BT-dir. Sizə imtina eləyən əgər Sumqayıt BT-sidirsə və yaxud Abşeron BT-sidirsə, Bəli, Abşeron. hara baxır o sahəyə verməlisən, qutardı getdi. Onda İnzibati məhkəmənin mahiyyəti odur ki, dövlət orqanından vətəndaş arasında problem var. Vətəndaşla vətəndaş arasındakı problem inzibati məhkəməyə getmir. Dövlət orqanından vətəndaş arasındakı məsələ inzibati məhkəməyə gedir. Sizin probleminiz Allah köməyiniz olsun. Sizə imtina verən kimdir? Onda bir harda yerləşir, o Abşeron rayon BT-si. Abşeron BT-si harda yerləşirsə, o əraziyə baxan inzibati məhkəmə. Onda Sumqayıt baxır da. Mən onu bilmirəm. Abşerona Sumqayıt baxır ya Bakı Allah baxır. köməyiniz olsun. Ərazini öyrənin o ərazi üzrə. Buyurun. Abşerona Sumqayıt baxır. Allah köməyiniz olsun. Var olun. Çox sağ olun. Sağ olun. Dostlar, 650 nəfəri canlı yayın biraz bəyənək qaldıraq yuxarı, zəhmət olmasın. Buyurun bəy. Mən sizi qoşmuşam. Buyurun baxın. Buyurun danışın. Nə altından çəkiblər? Hərflər də məlum deyil. Hansı hərflər? Salam, axşamınız xeyir, Müşfiq müəllim. Axşamınız xeyir. Buyurun xanım. Müşfiq müəllim, mən torpaqla bağlı, torpaq sənədi ilə bağlı sizə sual vermək istəyirdim. Yəni, Şirvanşəhər Bələdiyyəsindən alınmış torpaqdır, hərraca çıxmış torpaqdır, rüsumu ödənmiş. Hal-hazırda 10 ildir orada artıq mülkiyyətim var, ev tikmişəm, yaşayış var, kommunallar özümə aiddir. Sənəd olaraq da icranın qərarı, tikinti qərarı, katastr, çertiyoj, yəni bu sənədlər hamısı əlimdə var. Çekdə, ödəniş çekdə torpağım. Sadəcə məni rəy deyərək bir sənəd, rəy olun, torpağın rəyi, planlaşdırma, bunu ala bilmirəm. Bu rəyə görə 10 ildir bu idarə, bələdiyyə ilə icra məni qoyub iki yolun arasında. Yəni bu problemi həll edə bilmirəm. Mən iki dənə qurumun arasında. Həll edə bilmirsiniz xanım, verin məhkəməyə. Başqa yolu yoxdur. Hara müraciət eləməliyəm? Xahiş edirəm sizdən mənim. İnzibati məhkəməyə, Şirvanın ərazisinə hansı inzibati məhkəmə baxır sonra? Çox sağ olun. Sağ olun. Dostlar, biz xahiş edirik sizdən artıq dərəcədə canlı yayıma bağlanarkən səsli yerdən bağlanmayın, çalışın bir otağa keçin və yaxud cinayət işləri ilə bağlı bağlanırsınızsa, əlinizdə hökm çıxıbsa hökmü saxlayın, ittiham aktı varsa əlinizdə ittiham aktı olsun. Bəzən bir sual veririk, o suala normal cavab ala bilmirik ki, məsələyə aydınlıq gətirək. Bir də çalışın cinayət işləri ilə bağlı qoşulun. Mən başa düşürəm, hamının mülki problemləri var, amma mən həm də nəzərə alın ki, cinayət sahəsinin mütəxəssisiyəm. Məhkəmə işlərinə ola bilər, cinayət işlərinə bağlı, istintaqda olan işlərlə bağlı. Ona görə də xahiş edirəm nəzərə alasınız bunları. Nemət bəy, buyurun. Alo, salam aleyküm müəllim. Necəsiniz? Salam. Sağ olun, təşəkkür. Buyurun bəy.
Sizi izləyirəm, çoxdan qoşulmaq istəyirdim. Sualım vardı sizə. Buyurun. Çox sağ olun ki, bizi qoşdunuz. Mənim atam demək Sovet vaxtından traktorist işləyib, MTS-dədir. İndi qurum olaraq dağılıb artıq yoxdur. Yəni 11 il bir idi, 17 ildə bir. Ona 220 manat sosial pensiya təyin edilir, amma əvvəlki xəstəliyi ilə çıxmışdı, o həmin stajla pensiyanı alırdı. Amma sonradan yaş o pensiyanı dayandırdılar. 5 il tamam oldu, kesilmədi, dayandırdılar. Bir müddətdən sonra 5-6 ildən sonra yeni pensiya yaşı çatandan sonra sosial pensiya alınır indi hal-hazırda. Və onunla bağlı əmək kitabçası vardı. Bir də əmrdən çıxarışları da tapdı. Şahidlər də vardı. Onlar da istədilər. Şirvan məhkəməsi birincidə yəni təsdiq elədi. Yəni onları təyin edəndən sonra, tapandan sonra hamısını təsdiq elədi. Stajı 29 il nə qədər 29 il staj göstərdi. Amma yenidən orada apellyasiya məhkəməsi oldu səhv eləmirəmsə. Onu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri o həmin quruma müraciət elədi də. Onlar məhkəməyə verdilər. Onlar bir səfər təsdiq olundu ki, yəni məhkəmə işçisi dedi ki, artıq sizə təyin olunmur, pensiya heç bir əsas gətirmədi. Atam yenidən ali məhkəməyə müraciət elədi, lakin indi heç bir cavab yoxdur. Yəni bununla bağlı nə kömək edəcəksiniz? Məhkəməyə nə vaxt müraciət olub? Məhkəmə hardasa mart ayından səhv eləmirəmsə, mart ayından. Yəni bir xeyli vaxt. Bildim. Ali məhkəməyə vəkillə müraciət eləmisiniz? Bəli. Vəkiliniz var. Bəli, Masallı rayon. Biz özümüz yardımdanıq, o Masallı rayon. Yəni böyük problemdir ki, vəkil girsin Ali məhkəmənin saytı var. Orada adını, familiyasını yazan kimi çıxır ki, hansı hakimə düşüb, nə vaxtda təyin olunub. Onu öyrənmək belə çətin bir şey deyil. Bunu zaten vəkillərin hamısı bilir. Deyir ki, ora getməyəcək, amma cavab gəlməlidir. Amma bir neçə aydır, yəni səhv eləmirəmsə 5 ay oldu. Necə yəni ora getməyəcək? Deyir ki, o ali məhkəmə çağırmır, rəy verir. Sadəcə baxırlar, özlərindən Ali məhkəmə mülki işlər üzrə artıq yazılı icraat aparır. Yəni tərəfi çağırmadan hakim oturur otağında qərar qəbul edir. Bir də baxırsan ki, sistemə yüklənib. Amma ona qədər Ali məhkəmənin saytında görünür sizin işiniz hansı hakimə düşüb və sizin işiniz üzrə hansı tarixə qədər ərizə, şikayət, etiraz təqdim edə bilərsiniz. Heç olmasa vəkil bununla bağlı məlumat versin ki, sizin işiniz filan hakimdədir. Bəli, o hissəsindən razıyam ki, Ali məhkəmə artıq mülki işlərlə bağlı tərəfi çağırmır. Tərəf olmadan yazılı icraat qaydasında baxır. Yəni zalda baxmır artıq məsələyə. Başa düşdüm müəllim, çox sağ olun. İndi onun stajı, yəni belə deyək, iş stajıdır. Mən o sahəni deyə bilmərəm. Ali məhkəmə nə qərar qəbul edəcək, işdən xəbərimiz yox, materialı oxumamışıq. Yəni onun yalandan burada müzakirə eləməyin əhəmiyyəti yox. Sağ olun müəllim, təşəkkür var olasınız. Təşəkkür, sağ olun. Dedik, buyurun. 555. Yox, dollar şarələrini qoyub edin. Salam Işıq müəllim, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Mənim sualım ondan ibarətdir ki, düzdür, bir cinayət maddəsi ilə falan cinayət məsuliyyətlə bağlı deyil. Dedik, bizə dəqiqə 35 levellə girən qardaş. Adınız burada yoxdur deyim, mən sizə təşəkkür də eləyə bilmirəm. Hədiyyə göndərsiniz, təşəkkür edirəm. Buyurun, edik. Mən Hərbi Akademiyanı bitirmişəm. 2 il xidmət eləmişəm zabit kimi. Sonra təxris yazmışam, işdən çıxmışam. İşdən çıxmana bağlı təxris yazmışam. Sonra da 41.06 maddəsi ilə təxris edirlər də, 10 il tamam olmamış zabitləri. Bildim, Hərbi Akademiyanı bitirmişsiniz. Mən oradan sonra səsinizi eşitmədim. Hərbi Akademiyanı bitirmişəm, sonra 2 il xidmət eləmişəm zabit kimi. Sonra öz istəyimdən təxris yazmışam işdən çıxmağa. Və 41.0.6 maddəsindən də bir təxris ediblər də, 10 il tamam olmamış zabitləri. Mənim sualım ondan ibarətdir ki, orada həmin maddə xidmətə uyğunsuzluq maddəsidir. Mən dövlət qulluğuna hazırlaşıb bir imtahan vermək istəyirəm. Soruşmaq istəyirəm ki, o maddə dövlət qulluğu ilə bağlı imtahanda və yaxud da işlərdə problem yaradır, yoxsa yaratmır? Yaradırsa da bu xidmətə uyğunsuzluq maddəsini necə aradan qaldırmaq olar, necə əlləmək olar?
Mən o sahəni bilmirəm. Bilmirəm ki, o sizə problem yaradacaq, yaratmayacaq. Amma güc strukturlarında, dövlət orqanlarında, müəyyən yerə qəbulda ona baxanda görəcəklər ki, xidmətə uyğunsuz hesab olunmusan və səni zabit vəzifəsinə təyin eləməyəcəklər. O maddəni necə ortadan qaldırmaq, artıq bunun elə bir əhəmiyyəti yoxdur axı. O maddə ilə çıxmısansa, bunu necə ləğv eləmək olar? Yəni, onun həlli yolunu mən bilmirəm. Başa düşdüm. Çox sağ olun. Müəllim, sənin yerindir. Çox sağ olsun, Avanqas Fərdən. Belə başa düşdüm, bir-birinizi tanıyırsınız. Təşəkkür ikinizə. Heyran Qolt, buyurun. Axşamınız xeyir olsun vəkil. Tamam, axşamınız xeyir. Düzdür, mənim də müraciətim cinayət işi ilə bağlı deyil, amma çox xahiş edirəm mənə məlumat verərdiniz. Mən elə bir İsmail rayonunun Qoydan kəndində yaşayırdım. Oranın qeydiyyatındayıq ailəcə. 2 il bundan öncə orada torpaq sürüşməsi oldu və fövqəladə gəlib oranı təxliyə edib insanları. Sadəcə təxliyə zamanı biz ailə olaraq Bakıdaydıq. Mən əliləm, uşağım da əlildir. Əlilliyi ilə bağlı Bakıda o vaxtda müalicə alırdıq. Reabilitasiya. Bizi qeyd eləməyiblər siyahıya. Və indi hələ ki 2 ildir o kəndin cəmaatına heç birisinə ev tikib verməyiblər. Hələ də ki kirayə pulu verirlər əhaliyə. Amma mən o kirayə pulundan məhrum olmuşam. Sırf o işə görə ki, həmən günü təxliyə olunan günü orada olmamışıq. Elə qeyd eləyiblər ki, güya biz kənddə yaşamırıq. Amma faktiki yaşayış qeydiyyat yerimiz oradadır, o evdədir. Mən bir neçə dəfə icra nümayəndəliyinə də müraciət elədim, o qəbuluna da düşdüm və üstəgəl Mehriban Əliyevaya da müraciət formasında müraciət elədim və yenə də etiraz gəldi mənə. Səbəb olaraq göstərilir ki, biz təxliyə zamanı kənddə olmamışıq. Mən neynəməliyəm ki, mən həmən kirayə pulunu ala bilim? Bildim xanım, bununla bağlı ancaq bu məsələni rayon icra hakimiyyəti yoluna qoya bilər. Bunun başqa yolu yoxdur axı. Siz müraciət O ancaq etiraz verir də bizə. Hər dəfə müraciətdə etiraz eləyir. Ancaq məhkəməyə müraciət eləyə bilərsiniz. Yəni mən icra nümayəndəliyindən ərizə verməliyəm İndi məhkəmə. orada onu vəkil oturub sizlə danışmalıdır, sənədlərə baxmalıdır. Verilməyinə inzibati məhkəməyə veriləcək, amma davamlı kim qoyulacaq, bax bunu dəqiqləşdirmək lazımdır. Tək icra hakimiyyəti mi qoyulacaq, onunla bərabər Fövqəladə Hallar Nazirliyimi, Maliyyə Nazirliyimi, bu cavabdehlərin orada dairəsini müəyyən eləməlidir vəkil. Ona görə bu sahədə bir vəkil tapıb, o sənədləri təqdim edib inzibati məhkəməyə. Çox sağ olun cavablandırdığınıza görə. Növbədə görülənlər səsi bağlı saxlayın, zəhmət olmasa. Buyurun. Salam, Müslük bəy, hər vaxtınız xeyir olsun. Salam, aqibətiniz xeyir. Dəyərli insan, sizdən bir məsləhət almaq istəyirdim. Demək, mən bir yoldaşla birlikdə avtoservis şərikli işlədirdim. Demək olar yükün əsas hissəsini özüm boynuma götürürdüm və 2 ilə yaxın idi bu proses davam edirdi və bu yoldaş məndən yaşca cavan idi və daim bir dəcəlliklər, bir uşaqlıqlar peşində olurdu. Mən hər dəfə o problemləri aradan qaldırırdım. Elə oldu ki, qismət, mən səhhətimlə bağlı problem yaşadım. Bu yoldaşa da həm işə ayırdığımız bir məbləğ var idi, kreditə girib götürmüşdüm və bundan da əlavə əlbəəl mənə bir problemim var deyib, hissə 9.000-ə yaxın borc pul götürmüşdü. Ailəvi münasibətə qədər yəni yaxınlıq var idi deyə mən güvən məsələsinə o qədər takılmırdım. Dedim ki, yəni onlar da ailəsini də tanıyıram belə. Mən əməliyyat olmalı oldum və əməliyyat olduğum ərəfədə bəzi tanışlardan, yoldaşlardan eşitdim ki, bu yoldaş başqa bir adamlar tapıb, mən kirayə arendaya götürdüyüm yeri falan qoyub qaçıb gedir. Belə deyim, mənim onurğamda problem vardı, yeriyə bilmirdim. Güzbəla getdim, tapdım bu yoldaşı, dedim bəs... Başıma dönərəm, o telefonu əlində normal saxla da, o yüzden bir də yapabilirsən onu.
Ola bilər Kavrodan. Hə. Buyurun danış. Ə, Bəzi bizim tanışlardan eşitdim ki, mən əməliyyata hazırlaşırdım. Yəni yeriyə bilmirdim belə də. Bu yoldaş başqa bir nəfərlə şərikli olmağa çalışır və belə deyim, bütün arenda falan hər şey mənim boynumadır və bu başını götürüb gedir. Danışdım, tapdım, oturduq, danışdıq falan. Dedim, bəs sənin borcun var, bu qədər mənə əlbəl verəcəyin borclarım falan. Üstəlik də belə bir əzlaflıq edirsən. Hə, yox, mən sənin borcunu qaytaracağam falan filan. Nəysə gördüm, alınası məsələ deyil, ayrılmağa razılıq verdik, ayrıldıq. Hazırda isə bu yoldaş mənə deyir ki, daha doğrusu mənə üzbəüz tapa bilmirəm, tuta bilmirəm deyəm. Çünki hələ də səhhətim təzə əməliyyat olmuşam, yeriyə bilmirəm. Kim bilsə göndərirəm, ya telefonla danışıram, deyir mənim sənə verəcəyim yoxdur, nə bilim belə elə. Bununla bağlı mən nə edə bilərəm? Yəni sübut olaraq ancaq belə danışıqlar var, WhatsApp-dan yazışma var falan, başqa bir şey WhatsApp yox. yazışmalarında təsdiq eləyir pulu səndən almağını. Deyir ki, borcumu verəcəm, miqdar falan bu mənim boşluğumdur, heç deməmişik. Bunlarla bağlı heç nə demir. Yəni məbləğ verəcəm borcunu, amma məbləğin təsdiqlənməyi yoxdur. Sən danışıqlarda elə şərait yarat ki, o təsdiq eləsin də onu. Və o təsdiq eləsə WhatsApp danışmasını, bu Nə qədər təsdiqlənmə kifayət eləyəcək. Konstitusiya, Əli Musa, bizi dəqiqə gözləyin, qoy qutaraq sonra. Konstitusiya Məhkəməsinin qərarı var. Borclu şəxslər arasındakı WhatsApp yazışmaları ancaq onların özünə aid hissədə sübut kimi qəbul olunur. Məsələ odur ki, siz borc verməyinizi orada təsdiq edən sübutlar var, amma məbləğ yoxdur, düzdür? Bəli, bəli, bəli. İndi bunun bir dənə nə qədər pul vermisən? Kreditdə 20.700 kreditdədir, 9.000-də belə. 29.700 belə. İndi sən ona yaz ki, sənin mənə 39.000 borcun var. Özü yazacaq ki, niyə yalan danışsan? 39.000-də, 20.000 belə, 9.000-də belə. Qoy özü təsdiq eləsin, o da olsun əlində sübut sənin. Hə, Müşfiq bəy, belə bir yola əl atdım. Hələ bir səslə də yazılı da. Hər iki halda da bildirdi ki, yox, mənim sənə heç bir verəcəyim yoxdur. Özündən çıxartma, nəmə. Amma belə deyim də, qardaşına, valideynlərinə kimi hamısı bilir ki, məsələ budur. Amma bunlardakı inanmıram ki, rəsmi bir sübut kimi sayılacaq bir şey olsun. Yox, sənin əlində onda sübut yoxdur ki, demirsən ki, adam mənə səs atır ki, mənim sənə iş verəcəyim yoxdur. Bəli, bəli, belə bir şeylər olur. Və harda sübut var sənin onun əleyhinə? Ancaq yəni köhnə mesajlarda hə borcu verəcəm, tamam, falan vaxtı verəcəm, amma miqdar məsələsini vurğulamamışıq. Bu mənim bir böyük boşluğumdur. İndi sən görürsən, sabah məhkəmə deyəcək, borcu başa düşdüm, məbləğlə bağlı sübut təqdim elə. Adam da gəlib deyəcək, o vaxt mən ondan 500 manat pul almışdım, ola bunu da qaytarıram. Məbləği necə sübut eləyəcək? Ancaq deyirsiniz WhatsApp-la. Şahidlər zət yoxdur orada verəndə. Var, şahidlər Bir var. tərəf şahidlər var, bir tərəf olan. Bəli, var. Yoldaşlar var ki, hamısı necə deyim, bu məsələ ilə bağlı məlumatlıdır. Yəni hər şeydən xəbərləri olan insanlar var. İndi sən bunu aparıb belə məhkəməyə versən, sənin bu dəqiqə yenə deyək, əlində onun yazılı hər hansı bir WhatsApp danışığı və səsi və yaxud da izahatı yoxdur. Belə halda bir də indi maşallah burada bizim izləyicilər hamısı hüquqşünas olub gedib variantları bilirlər. Belə halda gəlirsən polisə bir dənə ərizə verəsən. Adamın sənə dələduzluq etməyindən bağlı. O getsin polisdə izahat versin, düzünü yazsın ki, bəli, mən bundan bir belə 20.000 borc almışam, 9.000 də bu vaxt borc almışam, amma məsələ mülkidir. Polis qoy onu sıxsın, o izahatı ona aldırsın. Eybi yoxdur. Polis qərar qəbul eləsin ki, sonda ver mülkiyə. Onsuz da mülki işdir bu. Polislik bir şey yoxdur. Sən polisə ona görə müraciət edə bilərsən ki, polis bunun bu faktı onun dilindən izahat formasında çıxartsın. Bu cür sübut eləyə bilərsən. Bir dənə də son bir sualım. Mən bir də biraz tərəddüddə qaldığım nə idi? Bu yaxınlarda indi sizin qədər məlumatlı olmasam da belə deyək də xəbərlərdən falan Boş söhbətdir, narahat olma. Bir ali məhkəmədə deyilir ki, mülki işlərə nə bilim rəsmi bir şey yoxdursa bu baxılmayacaq, ümumiyyət belə. O başqa məsələdir. O başqa məsələdir. Sən konkret buna borc vermisən. O faiz maiz söhbətlərinə aiddir.
Çox Bu məsələyə aid deyil, o, narahat olma. tamam bəy. Allah sizdən razı olsun. Çox minnətdaram. Sağ olun. Əli Musa, buyurun Əli Musa. Salam Müşfiq müəllim, axşamınız xeyir. Biz sizin bu canlı yayınınıza hər gün diqqətlə qulaq asırıq. Siz çox böyük əmək sərf etməklə xalqı maarifləndirirsiniz. Mən sizə vaxtı çoxalmaq istəməzdim. Deməli, 98-ci ildə dövlət aktı ilə bizə 2 hektar 54 sot torpaq, pay torpağı verilib. Bunun 1 hektar 54 sotuna Cəlilabad 8 saylı ərazi idarəsindən çıxarış ala bildik. 1 hektarına isə imtina gəldi ki, bələdiyyə sizin torpağı icarəyə verib üst-üstə nəysə bir 3 il mübarizədən sonra həmin yerdə çıxarış aldıq. Lakin bugünə qədər biz həmin 1 hektarı bələdiyyədənmi, kimə icarə verilinmi, onu da ala bilmədik. Məcbur qaldı Şirvan İnzibati Məhkəməsinə müraciət elədik. Şirvan İnzibati Məhkəməsi də həmin ərizənin mümkünsüz hesab elədi. Yəni qarşı tərəfin iştirakı olmadan hazırlıq iclasında imtina qərarı verdi. Mümkünsüz hesab elədi. Qərardat çıxartdı. Niyə qərardat çıxartdı? Mümkünsüz hesab elədiyi qərardatda niyə yazdı ki, mümkünsüz? Səbəb kimi nəyə göstərdi məhkəmə? Vallahi Müşfiq müəllim 5 dəqiqə çəkdi cəmi o məhkəmə iclası. Qərar. Özüm də məhdal qaldım. Qardaş, ola bilər məhkəmə iclası 2 dəqiqə çəksin. Sonunda qərar qəbul edib. Niyə mümkünsüz hesab eləyib? Səbəbi orada yazıb. Vallahi orası mən başa düşmədim. Ay qardaş, əlinizdə bir qərar yoxdur indi sizin. Yox, əlimdə qərardatdır, qərar deyil. Sonra düzdür istəyirəm Müşfiq müəllim. Sonra apellyasiya şikayəti verdim mən qərardatdan. Ay qardaş, bir qulaq as. Qərar, qərardat, hökm bunların hamısı mahiyyəti eyni şeydir. Bunlar qərar adında gedir. Sadəcə indi qərarın növləridir də. Qərardat, qətnamə, hökm bunlar hamısı ümumi qərar deyirik biz buna. İndi bu qərardadı əlimizə alanda orada nə göstərib? İmtinanın səbəbi, mümkünsüz hesab eləməyin səbəbi nədir? Əsas səbəb Müşfiq müəllim onu göstərdi ki, siz inzibati orqanlara müraciət etməlisiniz. Yəni bələdiyyəmi nəzərdə tutdu, polisimi nəzərdə tutdu, bələdiyyəmi nəzərdə tutdu, polisi tutdu, yoxsa icra hakimiyyəti tutdu. Mən bunu başa düşmədim. Qarşıma dönüm, qulaq asmırsan. Bəli. Bağışlayın. Ya mənim sualıma düz cavab vermirsən. 3 dəfə sana sual verdim ki, qərardatda nə yazıb? Əvvəl dedin heç nə yazmayıb. Sonra dedin 5 dəqiqə çəkib. Dayanmaq fikrin də yoxdur. İnzibati məhkəmə o halda mümkünsüz hesab eləyir ki, sən heç inzibati orqana müraciət eləməmsən və yaxud da inzibati orqana müraciət eləmiş olsan belə, onların sənə imtina kağızı, məktubu yoxdur. Hakim inzibati orqanın hansı qərarını mübahisələndirsin? İndi qərardatda nə göstərib? Bunu mu göstərib? Bəli, inzibati orqanlara müraciətin yoxdur. Mən də ona rəsmi poçtdan qəbzləri göstərdim ki, bələdiyyədə məktub yazmışam, polisə də yazmışam, məhkəməyə də müraciət eləmişəm. Məhkəmə deyib ki, bu Şirvan İnzibat Məhkəməsinin səlahiyyətinə aiddir. Mən sənin sənədləri qəbul etsəm də, qərar da versəm, apellyasiya mənim qərarımı ləğv eləyəcək. Mən də məcbur qaldım, Şirvan İnzibat Məhkəməsinə getdim və sonradan apellyasiya şikayəti verdim. Apellyasiya şikayətdə bir yarım saat çəkdi, 3 hakim iştirak elədi. Vallahi o burada deyilmədiyim çox şeylər var idi. Orada hamısını sübut elədim ki, mənim çıxarışımda cizgi planı tamam başqadır. Bu cizgi planı dövlət aktından götürülüb. Əgər dövlət aktından götürülübsə, niyə bu burada yoxdur? Nəysə məhkəmə dedi ki, yenidən get, bu cür qoy, düşün qoy, cizgi planının ləğvi ilə bağlı. Ondan sonra ədalətli qərar verərlər. O da təmin eləmədi. Apellyasiya məhkəməsi hər halda o sahəni bilən mütəxəssislər yığılıb ora. O apellyasiya məhkəməsi sənə nəyi məsləhət veribsə, o yolla get. Belə yoxsa elə harda belə məhkəməyə müraciət eləmək lazımdır, elə yürüm gedim məhkəməyə müraciət edeyim, gərək tələbi düzgün qoyasan. Görünən odur ki, sənin tələbin düzgün olmadığına görə apellyasiya məhkəməsinin hakimi hətta sənə başa salır ki, get bu tələbi qoy. O hansı cür istiqamət veribsə, get o tələbi o cürdə qoy. Müşfiq müəllim, biz təzminat tələbi ilə çıxış eləyə bilərikmi? 25 ildir torpaqdan istifadə eləməmişik. Bələdiyyə zəbt edib icarəyə verib onu. Eləyə bilərsiniz, amma yenə deyirəm ki, birinci o problemi həll eləyin, sonra təzminat. Oldu, çox sağ olun Müşfiq müəllim. Çox minnətdarım. Allah sizə can sağlığı, uzun ömür versin. Sağ olun, təşəkkür. Sağ olun.
Bəyənməni artıraqda zəhmət olmasa dostlar, canlımız bəyənmə çox zəifdir. Vüqar, bizə 41 dənə aktiv fanat lazımdır. Bu gün həftənin axırıncı gündür. Çox xahiş edirəm, məni sev hədiyyəsi atın ki, kimlər məni sev atmayıbsa, hamı məni sev atsın. O 1 jitondur cəmi. Bizə 41 nəfərin Müşfiq müəllimin adının üstündə plus işarəsi var. Zəhmət olmasa plusu vurun, məni sev atın. Salam, axşamınız xeyirli olsun Müşfiq müəllim. axşamınız xeyir. Çox üzr istəyirəm, narahat edirəm. Mənim ölkədən çıxışıma 2 il bundan qabaq məhdudiyyət qoyulub. Və 2 ildə 6 məhkəmə qərarı əlimdə var. Və bütün dövlət qurumlarında qəbullarda olmuşam. Sizlə də 3 ay, 4 ay bundan qabaq danışmışdım bir dəfə. Mənim yadımda. Axır əvvəl BMT-yə müraciət elədim. Bəli? Gediz Daxili İşlər Nazirliyi qoyub, belə başa çıxır. Bəli, bəli, Daxili İşlər Nazirliyi qoyub, bəli. Məhkəməyə də müraciət BMT-yə məhkəmə 6 məhkəmə qərarı xeyrimə var. Məncə BMT-yə də müraciət elədim. Bəli? Ay qardaş, BMT-ni qoyub. BMT nədir səndə? Sən hələ bir ölkə daxilində mübarizəni apar qutar, BMT-nin elə bir məhkəməsi yoxdur. O insan Məhkəməyə vermədim. Mən yardım istədim ki, bəs mənim ölkədən çıxışıma qoyulan məhdudiyyətin məhkəmə qərarlarının icrası həyata keçirilmiş Daxili İşlər İnzibati Qurum tərəfindən. Ona kömək göstərdi. Onlar da vəkilə yönəltdi. Vəkil də dedi ki, seçim var, ya komissar qarşısında qaldıraq, ya da ki, Avropa məhkəməsi qarşısında. İndi dedi, özüm məsləhət edib sənə bir məsləhət verəcəm. Bu ölkədən çıxışıma qoyulan Avropa məhkəməsinin hansı qərarları Azərbaycanda ümumiyyətlə icra olunur? Avropa məhkəməsinin, İnsan Hüquqları Məhkəməsinin yüzlərlə qərarı var ki, heç Azərbaycan hökuməti tanımır, onu heç icra eləmir. Heç vecinə də alınmır. İndi sən ölkədən çıxışın elə bir məsələdir ki, mənim yadıma gəlirsən, deyəsən Binəqədi rayon məhkəməsinə vermişdin də o vaxt. Xeyr, Səbail rayon məhkəməsinə. Səbail idi. Bir dəqiqə. Məhkəmə də qərar qəbul elədi ki, götürülsün bu məhdudiyyət. Bəli. Birinci qoyulmuş məhdudiyyət qanunsuz əsassız hesab edildi. İkinci qərarda hərəkətsizliyi qanunsuz hesab elədi və vəzifə olaraq üzərinə qoydu ki, bu icra edilsin. Daha sonra təzədən məhkəməyə verdim. O da eyni şeylər qəbul elədi. Bu qədər. 6 dənə məhkəmə qərarı əlimdə qalmışam belə ortalıqda. Yaxşı, Və Daxili İşlər Nazirliyi özün bilirsən ki, bu məhdudiyyət sənə niyə qoyulub? İndi onu demək istədim ki, mən bir dənə bilirəm ki, heç bir səbəb olmadan qoyulub. Hansısa cinayət işində adım göstərilmişdi. Bu qədər şikayət müraciətlərdən sonra məcbur olub mənə yazdılar ki, sənin müraciətlər və baxılmışdı, cinayətçi filankəs barəsində gedir. Amma məhkəmə qərarı başqa şəxsin barəsində cinayət işi gedir və həmin cinayət işində sənə ölkədən çıxışına məhdudiyyət qoyulub. Bəli, mənim adımı ora yazıblar. Yaxşı, o adamın cinayət işi hansı səviyyədədir indi? Məhkəmədədir, istintaqdadır, dayandırılıb? Dayandırılıb. Səbəb nədir? Çünki o tərəflərdən biri ölkə xaricindədir və cinayət işi bilirsiniz necə açılıb həmən şəxsə qarşı. Mən sizə açıq deyim də. Bir mənası olmadan adamın özü də deyir ki, mən pulunu verib cinayət işi açdırmışam. Adam özü də deyib. Və Sumqayıt o işə baxanda Sumqayıtda götürüb deyib ki, mən adamla razılaşmışam, xaricdə alqı-satqıya. Amma cinayət işinə Azərbaycanda baxılıb. Yaxşı, indi mən sizə deyim. Buyurun. Hansı maddələ o cinayət işi? 178-lə. Belə düzdür. Məbləğ çoxdur. İddia elədiyi məbləğ hələ dəqiq deyil, bilinmir nə istəyir. Polis bir tələb qoyub, prokurorluq başqa bir şey, prokuror sonra deyir ki, bizlik bir şey deyil. Adam deyir, adamın özü bir rəqəm deyir, vəkili bir rəqəm deyir, anası bir rəqəm deyir. Hərə bir rəqəm yoxdur, dəqiq. Orada həmin cinayət işində iştirakınız nədən ibarətdir? Mənim orada heç bir iştirakım yoxdur. İstintaqın özü də deyir, prokurorluq da deyir ki, sənin yaxından uzaqdan əlaqən yoxdur. Anten məlumatları çıxardıblar. Mən adama pul verənəm, mən pul verdiyimə görə şikayət eləmişəm, cinayət işi adama açılır. Amma məni cəlb eləyiblər. Tələsmə, sən kimdən alıb vermisən o pulu? Mən öz pulumu vermişəm, öz cibimdən çıxardıb pul vermişəm adama. Niyə verirdin? Mənə bir dənə verdiyi vədi icra eləməsindən ötürü. Nə vədi vermişdi sənə? Mənə viza həll eləyəcəkdi.
Yəni sən orada Amerika vizası. rüşvət verirsən də o adama. Yox, rüşvət verməmişəm. O VFS Globalda işləyən idi. Deyir ki, mən vizaları buradan əldə edirəm, bu da pullandı. Pulsuz sənə viza verən deyirlər. Nə qədər pul vermişdin ona? 2500. 8000 vermədim, 2500 vermişdim. Yerdə qalan 5500-ü pasportumu alanda verməliydim. İndi sən bu Amerikaya getməkdən məqsədin nə idi? Mən Avropada yaşayırdım da onsuz da. Viza almaq üçün vermişəm. Turist vizası idi. Gəlib Azərbaycandan alıb gedirdin? Bəli, bəli. Azərbaycan vətəndaşıyam ona görə. Aha, bildim. Avropada sənin fəaliyyətin nədən ibarətdir? Mənim orada 2 mağazam var və orada da oxuyurdum, yaşayırdım, işləyirdim. Yəni belə sənin siyasi fikirlərin zaten yoxdur şu? Yox, qəti. Onun administrasiyada görüşmüşəm, bildirmişəm. Mən özüm dövlət adamı olmuşam, ailəm də. Və böyük mühafizə orqanlarında çalışıram. Bildim. Bu məhkəmə qərarını götürüb administrasiyada kimin qəbuluna getmisən? Fuad müəllim Ələsgərov. Hörmətli Fuad müəllim nə dedi sizə? Ki məhkəmənin qərarı Fuad var, müəllim- icra olunmur. Fuad birinci məhkəmə qərarı yox idi. İlk onun yanına gedəndə 14 mayda material daxil olub sabah ilə 17 mayda stop qoyulub axtarışa vermişəm. 20-si mənə deyilib, 23-ü gedib mən Fuad müəllimə bildirmişəm. Fuad müəllim də dərhal yerində tapşırıq verib ki, nə məsələdir, elektoralla bağlı heç bir şey yoxdur. Yəni mənlə bağlı hər hansı bir şey yoxdur. Fuad müəllimin qəbulunda yanında Daxili İşlər Nazirliyinin nümayəndəsidir. O da dedi ki, dərhal bu məsələyə son qoyun. Bu şeylə bağlı narahatçılıq yaratmayın. Sonra dedim gedə bilərəm, dedi hara istəsən gedə bilərsən. Dedim yaxşı. Bir aydan sonra viza aldım, getməyə aeroportda tutub saxlayıb gətirdilər. Gətirdilər, polisə verdilər həmən dediyim rayonda müstəntiqə. Müstəntiq deyir ki, mən bunun nə adına, nə kimi ərzi izahlanacağım, heç özüm bilmirəm. Dedim, bəs nətər qoymuşam mən stopu? Deyir ki, qoymuşuq da adın hallanır. Dedim, aldım hallanır deyə mənə hər adam dəvət elə gəlim də. Dəvət elədin, gəlmədin. Yaxşı. Nəysə, Başa düşdüm. Bu məhkəmə qərarını əldə edəndən sonra sən get Fuad müəllim qəbuluna bir də gir də. 6 dəfə, keçən ildə 6-7 dəfə girmişəm. Məhkəmə qərarını əldə edəndən sonra. Bəli, gedib qərara Bu dəfə Fuad Baş prokurorun da qəbuluna da girmişəm, Fuad müəllimin də qəbuluna girmişəm, vilayət müəlliminin də qəbuluna girmişəm. Fuad müəllim həmişə ədalətlə davranıb, çox gözəl də qarşılayıb cənab Fuad müəllim və tapşırıq da verib ki, götürün. Amma icra eləmirlər. Yox, cənab baş prokuror nə dedi? Daxili İşlər Nazirliyi. Cənab baş prokuror da dedi, tapşırıq verib, rəsmi surətdə tapşırıq verilib, məktublarda var ki, götürülməsi ilə bağlı tapşırıq verib, amma icrası həyata keçirilmir. Bəs cənab Daxili İşlər Naziri nə dedi? Cənab Daxili İşlər Naziri birinci səfər dedi ki, ədalətlə araşdıracağam, ikinci səfər dedi götürün, götürmədilər, üçüncü səfər getdim qəbuluna, dedi ki, 1-2 ay səbirli ol, sonra 1-2 ayda oldu 2 il, sonra təzən getdim qəbuluna, dedi ki, tapşırıq verəcəm, da gözlə. Sonra da bir də təzən axırıncı qəbula gedəndə dedi ki, adva hallandırır. Dedim, nə ilə hallandırır? Mənlə bağlı hansısa bir iş gedir. Sənlə bağlı nə hallandırır o? Çünki burada məlumatlar var. Ola bilər ki, bunu izləyicilər bilməsin, amma mən istintaqda olmuşam da, mən bilirəm. Bilirəm, mən də söyləyim. Məsələ bilirsiniz nədir? İstintaq ehtimal eləyir ki, sənin də orada hansısa bir məsələdə bəlkə də iştirakın var və yaxud da kimsə sənə qarşı hansısa bir ifadə versin. O adam tutaq ki, yoxdur burada, qaçıb gizlənib. O adam aşkara çıxanda sənin adını deyə bilər. Və sən də artıq Amerikada olarsan, Avropada olarsan, iş qalar belə. Yəni burada bir dənə ehtimal budur. Başqa şey ola bilməz burada. Məhkəmə qərarını icra eləməməyə əsas verir bu dediyiniz. Məhkəmə qərarını icra eləməməyə əsas vermir. Xeyr. Məhkəmə qərarı icra olunmalıdır. Bəs yaxşını icra eləmirlər. Mən də onu bilməsəm ki, bundan o tərəfə mən nə edeyim ki, məhkəmə o məsələ dediyiniz, o müstəntiqin öz daxili inamı əsasına formalaşan atacağı addımlardır. Amma o qanunundan kənara çıxmağa icazə vermir də. Mən də hüquqşünasam, o bəli. İndi siz bir də məhkəməyə müraciət eləyin ki, hörmətli məhkəmə, hörmətli qərarı çıxartmış hakim, sizin qərarınız icra olunmur. Çünki hər bir hakim çıxartdığı qərarın icrasına nəzarət mexanizmini həyata keçirməlidir. Hakim maraqlıdır ki, qərarı icra olunsun və ona da nəzarət edən hakim özüdür. Amma qanunu boşluq bir icazə verilmiş hökmən bir məsələni deyim onunla bağlı.
Qanunda orada 52-ci fəsildə boşluq var da. CPM-də 52-ci fəsildə o boşluq var. Ona aydınlıq gətirilmədiyinə görə Konstitusiya Məhkəməsi tərəfindən və ya plenum Ali Məhkəmə tərəfindən şərh verilmədiyinə görə bunu da ki, boşluqdan yararlanır istintaq. Və ona hakimlər də deyir ki, biz ona hansısa bir təsir edici qüvvə, biz ancaq xatırlatma verə bilirik. Qərarın icra, o da cavab vermir. Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, ümumiyyətcə məhkəmənin məktublarına belə cavab vermir. 52-ci fəsildə onunla bağlı hansısa bir addım atacağı ilə bağlı hakimlərin bir şey yoxdur, cümlə yoxdur. 52-ci heç nə yoxdur orada. Məsələ bilirsən nədir? Hakimin qərarı sənin əlindədir. Bəli. O qərarı alır hissəsini oxuya bilərsən mənə. Hani oxuya bilərəm, yoxmu? Hansını, 6 dənə qərardır, hansını deyirsə onu oxuyun. Hansındakı yazı deyir, stopun götürülməsi filan idarəyə tapşırılsın. Oxuya bilərsən onu. Daxili İşlər Nazirliyinin tapşırılması onu oxuyun. Bircə dəqiqə. Takipçisi baxsa müəllim biraz sənədi tapana qədər. Bircə tapdım. Dostlar, o qərarı oxuyana qədər zəhmət olmasa... Tapdım. Qərarı aldım. Şikayətçi Məhərrəm Tural şikayət təmin edilsin. Bakı Şəhər Sabah rayon polis idarəsinin İstinad şöbəsinin müstəntiqi Filankəs oğlunun qərarının təsviri hissəsində qeyd olunmuş məhkəmə qərarlarını icra etməməsi ilə bağlı hər kəsli qanunsuz hesab edilsin və Məhərrəm Tural ölkənin çıxışına qoyulmuş məhdudiyyət götürülsün. Qərar icra edilməsi üçün Bakı Şəhər Sabah rayon polis idarəsinə göndərilsin. Qərar elan olunduqdan 3 gün müddətində Sabah rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Bilirsən, buradan məsələ nədir? Tutaq ki, istintaqın əgər maraq olsa, yəni səni ölkədən saxlamaq üçün, həmin tarixdə məhkəmə qərarını icra eləyəcək, götürəcək həmin tarixli stopu, 3 gündən sonra yenidən stop qoyacaq, indi başqa əsasla. İndi sən yenə gəlib gərək düşəsən məhkəmələrə. Həmin tarixli stopu götürəcək, 1 gündən sonra yenidən başqa stop qoyacaq. Məhkəməyə də yazacaq ki, mən filan tarixli qərarı icra elədim. Götürdüm. Onu da eləmir də. Məsələ odur ki, onu da eləmirlər. İndi valla yenə deyirəm, bu elə məsələdir. Siz keçən dəfə də qalxdınız. Biz bunu müzakirə elədik. Mən ancaq dedim ki, oradan ancaq məhkəmə qərarlarını yığıb sən müvafiq orqanların qəbuluna getməlisən. Mən nəyi məsləhət görürəm sənə? Sən Cənab Daxili İşlər Nazirinin qəbuluna bir də get. Bütün bu qərarları... Çox sağ olsun, vilayət müəllim hər zaman çox böyük hörmətlə qəbul eləyir. Sağ olsun. Bütün vətəndaşlara baxıram ki, münasibəti gözəldir. Sən necədir? Məsəl üçün, vilayət müəllim nazirdir də. Bir də var ki, bu işin icraçıları var. Cənab nazir də işin icraçısından soruşur ki, burada məsələ nədir? İşin icraçısı görünür, ona məruzə eləyir ki, burada bu adam cinayətdə iştirakına dair kifayət qədər bizim belə deyək, sübutlarımız var, amma şübhələrimiz var. Burada buna qarşı müəyyən ifadələr var. Filankəs də qaçıb. İndi biz ehtimal edirik ki, filankəs tutulub gələndən sonra buna da ittiham elan eləməliyik. Bu da qaçıb gedəcək. Bu əsasla onu onlar məruzə eləyirlər. Nazir də görünən odur ki, indi bir balaca loyallıq eləyib ki, yəni araşdırın. Bəlkə də tapşırıq verib ki, o qaçan adam hardadır o birisi adam? Amerikada, Kanadada. Yəqin ki, onun gəlmək məsələsi də yoxdur. Bəli. İndi məsələ odur ki, onu Amerikadan kim gətirəcək? Heç kəs. Heç kəs. Məsələ də bilirsiniz nədir? Buna birinci səfər istintaq baxıb, cinayət işinin başlanmasını rədd eləyib. Çünki o baxan tərəf demişdi ki, hadisə baş verib Gürcüstanda. Sən deyirlər ki, sənin adın hallanır. Nədə hallanır sənin adın? Güya mən vasitəçilik eləmişəm nədəsə. Güya deyəndə indi adamlar var, hansılar ki, onlardan sən pul götürüb bu adama vermirsən. Amma düzgün yox, heç kim yoxdur. Heç kim. Deyirəm ki, məhkəməyə də araşdırıb, prokurorluq da araşdırıb, hamı da ki, sənin adın ancaq bir dənə o hallandırıb. Başqa heç bir şey yoxdur. Sübut, şahid, fakt heç nə yoxdur. Kim? Şikayətçi. Hansı şikayətçi? Elə o şikayət eləyən də. Bildimi? Qaçıb gedən. O şikayət eləyəndən mən şikayət eləmişəm əvvəl.
Daha sonra o şikayət eləyib. Bu bir tərəf də mənim adımı adlandırıb burada. Mən pul verdiyim adam diyor. Bildim. O şikayət eləyəndə nə deyib? Sən neynəmsən? Güya mən pul alıb vermişəm kiməsə. Kimə? O da buna güya pul atana. Güya da o da yoxdur. Elə bir söhbət də yoxdur. Mənə adım heç yerdə hallanmayıb. Hər hansı bir sənəd yoxdur. Hər hansı bir işdə mənim iştirakımı adam görüşəndə ən azı anten məlumatı da çıxartmağa çalışır. Anten məlumatı mən ona görüşüb pul verdiyim tarixə gəlir. Səs siyahısı da var, görüş də var, hamısı da var, mesajları var. Başqa mən sizə nə deyim? Hər şey var da bunun üçün mən ona pul vermişəm. Həmən tarixə çıxır. Amma onun iddia elədiyi tarixə heç nə çıxmır. Mənim onunla hər hansı bir əlaqəm olmuyor. Mən başa düşdüm. Mən hesab edirəm ki, Arada elə bil məni burada sıxırlar da. Məsələ budur. artıq bu işlə bağlı əgər cinayət işinin icraatı dayandırılıbsa, kiməsə stopun qoyulmasının özü qanunsuzdur. Şəxsin ölkədən çıxışına ancaq bir halda məhdudiyyət qoyula bilər. Şəxs təqsirləndirilən şəxs qismində cəlb olunduqda, sən burada təqsirləndirilən şəxs qismində cəlb olunmamısan, hətta sənin əleyhinə olan şübhə belə sənin ölkədən çıxışına məhdudiyyət qoymaq üçün əsas deyil. Bu bir. İkinci məsələ, məhkəmənin qanuni qüvvəyə minmiş hökm qərarı var. Qərar Azərbaycan Respublikasının adından çıxarılır. Qərar yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunmayıb, bugünkü gün qüvvədədir və polis idarəsinin, Sabahlı polis idarəsinin müstəntiqinin hərəkətləri qanunsuz hesab olunub. Ona görə mən sənin tərəfindəyəm və qanun da sənin tərəfindədir. Amma bu niyə icra olunmur? Buna kim maneçiliyi törədir? Artıq bu suala mən cavab verə bilməyəcəm. Amma mən hesab edirəm ki, mən ümumiyyətlə qanun hesab eləyir ki, sənə stopun qoyulması özü qanunsuzdur. Bəs yaxşı, mən bundan sonra nə edeyim? Qərarların icrasını həyata keçirdim. O qərarlar ancaq Daxili İşlər Nazirliyi tərəfindən icra olunmalıdır. Ona görə də o deyir, 100 dənə imama yalvarmaqdansa bir Allaha yalvarmaq lazımdır. Sən ancaq get cənab Daxili İşlər Nazirinin qəbuluna. Baş prokurora da, prezident administrasiyasına da, onlara elədiyin şikayətə, verdiyin gücü hamısını ver Daxili İşlər Nazirliyinə. İstəmirəm. O cənab nazir də çox yürüm. Elə hər il 2 dəfə, 3 dəfə mənə qəbul edir. Sağ olsun. İndi bildim də sonuncu dəfə bir dəfə də cəhd elə. Mən elə başa düşürəm ki, cənab nazir bu məsələyə kömək eləyər. Bilsən nətərdir? O inansa ki, sən burada sənin hər hansı bir təqsirin yoxdur və yaxud da sənə qarşı olan şübhələr mötəbər deyil, o zaman məhkəmə qərarının icrasını təmin edəcəklər. Cənab nazir Ümid edirəm inşallah inanar. Ümid edirəm inşallah bu səfər ədalətli bir addım atılar o tərəfdən. Özüm yoruldum. Sonuncu dəfə bir də gedə nazirin qəbuluna. İnanın 2 il 3-4 ayda mən qalmışam yollarda. Hər gün. Tək dediyim qurumlarda yox, bir başqa qurumlarda da olmuşam. Nazirlər Kabinetində, Ombudsmanda, hər yerdə. Bütün dövlət qurumlarında, məhkəmələrdə, oradan çıxıb bura, buradan çıxıb ora gedirəm. Milli Məclis də sağ olsun. Ombudsman aparatında olursan, Ombudsman aparatda bir dənə məktub götürüb yazırlar Daxili İşlər Nazirinə. Sənə də yazır ki, biz artıq bununla bağlı falan yerə müraciət elədik. Amma yenə deyirəm. Yox, elə olmuyor. Tək bir dənə ondan olmuyor. Ombudsman prokurorluğa da yazıb, hər yerdə. Axırda məni çağırıb, dedilər ki, biz bilirik, siz dediyiniz kimi. Dedilər ki, biz sizin yanınızdayıq və bilirik ki, məhkəmə qərarı ədalətli və siz günahsızsınız. Lazım olan məktubu da lazım olan yerlərə durmadan yazırlar. Mən minnətdaram. Həm Milli Məclisə, həm Ombudsmana, həm Cənab Prezident Administrasiyasına, Baş Prokurorluğa xüsusən, hamısına. Çünki əlindən gələni eləyirlər. Allah şahiddir, mən özüm də görürəm də. Çalışırlar nədən. Amma bilmirəm nədirsə, harası ilişib bunu götürmürlər, icra eləmirlər. Bax, belə qalmışam. Sən bir də cənab nazirin qəbuluna düş. Da keçib əziyyətdən daha. Baş Sonra yenə bir get qəbula. Yaxşı. Yaxşı. Çox sağ olun, minnətdaram sizə. Sağ olun. Dostlar, yeni gələnlər zəhmət olmasa hərə bir 50 dəfə ekranı bəyənsin. Bir də adımın yanında yuxarıda plus var. Ona basıb kanala abunə olaq və bir də məni sev varsa məni sev atın ki, bizə dostlar
33 dənə aktiv fanata ehtiyacımız var. Xahiş edirik. Bizə 33 dənə aktiv fanat lazımdır. Məni sevləri açacağız, aktiv fanatlar da gələcək. Yeni gələnlər adımın yanına plus var yuxarıda. Ona baxıb basıb kanala abunə olsunlar. 32 aktiv fanat, 29 aktiv fanata artıq ehtiyacımız var. Məni sevləri atın, zəhmət olmasa dostlar. Gözləyib biraz aktiv fanatlarımız gəlsin sonra. 29 Cənab ilə qoşulmaq istəyən varsa ta yazsın. 28 aktiv fanat oldu. Bir balaca aktiv fanatlarımız bu gün tamam olmalıdır, hamısı. 27 aktiv fanat lazımdır bizə. Gərək yeni gələnlər aktiv fanat olsun, dostlar. Köhnədən yox, yeni gələnlər ürək açsın. Yapraq Ağ, sağ ol. Saku, sağ ol. Bir nəfər qonaq sorğusunda gözləyirlər. Cinayət işlərlə bağlı danışın qoşulun. Quba, buyurun. Salam aleyküm. Salam. Hər vaxtınız xeyir olsun. Aqibətsiz xeyir. Deməli, Müşfiq müəllim, bizdə bir dənə belə bir problem var. Mənim atam deməli 30 il bundan qabaq anamdan ayrılıb. Yəni bu rəsmi heç bir məhkəmə yoxdur, heç bir məhkəmə olmayıb. Atam ayrılandan sonra Rəsmi nikahda qala-qala ayrı yaşayıblar da, belə deyək. bəli, rəsmi nikahda qala-qala ayrı yaşayıblar. Onda ayrılmayıblar ki, bunlar yenə ər-arvad qalmışlar da. İndi bir dənə belə bir məsələ çıxıb ortalığa. Deməli, atam ayrılandan sonra anam oturub məni saxlayıb və atam gedib başqa qadından evlənib. Yəni bu bunun doğal haqqıdır, normal haqqı var. Yox, rəsmi boşanmamış nətər evlənib? İndi mənə də o maraqlıdır da. Keçənləri getmişəm ZAKS idarəsindən sənəd çıxartdıranda görmüşəm ki, atamla anam artıq ayrılıblar. Yəni bunların ZAKS-ları qüvvədə deyil. Anamın ancaq şəxsiyyətində bunların evliliyi haqqında bəyannamə vardı. Orada var ki, bunlar evlidirlər. Anam da belədir. İndi mənə maraqlı olan bir şey var. Atam anamdan sonra 6 dəfə evlənib da. Bir dəfə də yox, 2 dəfə də yox, 6 dəfə evlənib bu adam. Maşallah. Hə, indi atamın lap sonuncu belə deyək də yoldaşı iddia qaldırır ki, yəni bu 3 il bundan qabaq evlənib də, iddia qaldırır ki, atamın nəyi varsa bunundur. Bu hansı halda düzgün ola bilər? Yəni bu adam atam mənə aliment verməyib, nə bilim, inus toxumuşam, dalım sürə gəlməyib, əskəridə olmuşam, görməmişəm. Sadəcə olaraq mənə məsələ bilsən nədir? Yəni mən ondan qalan varisi, belə deyim də, harasa bir dövlət qurumlarına bağışlaya bilərəm ki, 6 arvaddan sonra gəlsin, buna yiyəlgi eləsin. Bu da düzgün deyil, bu ədalət deyil. Mən ona sadəcə olaraq... Yox, məsələ bilirsən nədir? Çox güman ki, atan bu 6 arvad alıb deyirsən, bunların hamısını rəsmi alıb boşuyub da yəqin. İndi axırıncı dəfə bununla evli olub. Yox, rəsmi. Yox, rəsmi alıb boşamayıb bunu. Bu sadəcə olaraq bu axırıncısı ilə ZAKS-a düşüb. Necə düşüb, anamı necə boşayıb, nətər olub, anam da bilmir. Birincisi, ananın xəbəri olmadan ananı boşaya bilər. Aparıb bəlkə məhkəməyə hardasa müraciət edib, bəlkə ananın iştirakı olmadan boşanma baş tutub. O belə bir problem 30 il bundan qabaq müharibə vaxtlarına düşür. O vaxt ya hansısa bir məhkəmənin yanına gedib bir ərizə verib boşanıb da. Ola bilsin indi anam bunu bilməyib. İkincisi də çünki rəsmi boşanma olmadan başqa biri ilə evlənmək olmaz. Bu cinayət məsuliyyətidir bu. Bu belə, konkret. 2 arvadlıq Azərbaycanda qadağandır. Və bu cinayət məsuliyyəti doğurur. İkinci bir məsələ. Əgər bu axırıncı adamla, bu qadınla evlidirsə,
evli, rəsmi evlidirsə, evli olduğu müddətdə atan rəhmətə gedibsə, bu qadın səni ilə bərabər bunun vərəsəsidir. Və onun orada pay haqqı var. Tamam. Bəli, mən bunu başa düşürəm. Pay haqqının olmağını bilirəm. Sadəcə olaraq vəziyyət bir necədir? Atanla o ki son 3 il bir yerdə olublar. Həmin 3 ildə atan nə əldə eləyibsə, onun 50% o arvadındır. İndiki arvadın. Bəli. 50% onun özünündür. Bəli. Yerdə qalan 50%-də də sənlə bərabər o vərəsədir. Atanın payında. Başa düşdün məni? Bəli. Bəli, mən onu başa düşdüm. İndi bunlar istəsələr məni vərəsəlikdən çıxarda bilərlər ya yox? Heç vaxt. Sən qanuni vərəsəsən. Səni kim çıxardır? Yəni mən vərəsiyəm də, belə deyim. Bəli, atanın bütün... Atam imtina eləyə bilər övladından, məsəl üçün belə deyək də, mən vərəsəlikdən övladımı istəmirəm. Atan səni vərəsəlikdən məhrum edə bilər. Bəli, atanın sağlığında elə hüquq ola bilər. Və yaxud adındakı əmlakı sağlığında arvadına bağışlaya bilər. İndi atanın nəyi var? Bir əsas bunu de görün. Atamın iş adamı olub da, evi var, eşki var, nə bilim, maşını var. Ancaq onlar hamısı, bilirsiniz necə, 20 il bundan qabaq olub. Və mənim də yəni boya başa çatmağımda atamın əziyyəti olmayıb da, anam məni tək saxlayıb və belə deyim də, aliment belə verməyib atam. Yəni bura qədər deyim sizə. İndi başa Atam elə o vaxtda anamla atam ayrılıb. Ondan sonra anam deyib ki, mənə lazımdır məhkəmədə olmaq. Mənim 5 yaşım olanda, artıq mənim 40 yaşım var. Mənə lazım deyil məhkəmə qapılarında getmək, nə bilim, aliment almaq falan filan. Rayon adamlardılar da, indi biləsvarı yox biz özümüz. Ona görə indi sizə qulaq asıram, bir 3-4 gündür mən sizin fanatuzam. Qulaq asıram. Əslində mənim o nələrəsə ehtiyacım yoxdur. Sadəcə olaraq insanda maraq var da, bildin nə demək istəyirəm. Əziz qardaş, bax bu gün atan nə vaxt rəhmətə gedir? Getməyib rəhmətə, sağdır, həyatdadır. Allah köməyin olsun. Atan indən sonra hələ 7-ci, 8-ci arvadı da alacaq. Niyə narahatsan? Bu arvadla bir yerdə heç nə almıyor. Bu arvadla bir yerdə sadəcə olaraq bu arvad biraz arvaddır, biraz tutduğun qopardan arvaddır. Ona görə indi mənə zənglər eləyir, nə bilim, nə qayırır, danışır oradan buradan. Mən də deyirəm ki, valla mən ayrı, siz ayrı da. Verəcəm məhkəməyə, nə qayıracam. Mən də onu bilmək istəyirdim ki, heç olmasa məhkəmədə hüququmuzu müdafiə eləyək də. Yox, o belə də deyək. Bu ev zat da falan da anamın vaxtından qalan evlərdir. Yəni bildim, bu gün atanın hüququ var ki, atan adında nə qədər əmlak var. Yəni bu 30 ildir mamandan ayrılıb da. Yəqin ki, bu əmlakları 30 il müddətində əldə edib. Yəni bu əmlaklar... Məsələn, yaşadığı ev, bugünkü yaşadığı ev 30 il bundan qabaq anamla bir yerdə aldığı evdir. Yəni bu fakt. Anan artıq ora hüququnu itirib. Çünki 30 ildir əmlak tələbi irəli sürməyib. Ana ta itirib o hüququnu. Bəli. Getdi olmasın. Bu atanın da artıq. Və atan da istədiyi adama o əmlakı bağışlaya bilər. Məsəl üçün, bu gün yaşadığı qadına və yaxud da çöldən keçən birinə bütün əmlakını bağışlaya bilər, heç oradan saat bir çöp də düşməz. Sağlığında eləyə bilər onu. Öləndən sonra əmlak varsa sən vərəsəsən, o heç. Yox, sağlığında gedib kiməsə bağışlaya bilər. Deyək ki, qardaş, elə nəyin var, hamısını ala, sağ bağışlayıram, pay verirəm sənə. Qutardı, yetdi bundan. Hədə hüquq onun da, hüquq o şəxsindir, ona maman yaşayır. Bəli, anam da yaşayır, bəli. Yanındakı qadın yəqin mamandır da, belə başa düşür. Anamdır, Hacı xanımdır özü də. Biraz dindar olandan sonra biraz... Bəlkə sən elə bunları... Yox, anam deyir mənə qulaq as, bala, sən Allah, ged ondan qalanacaq, məni uzaq elə. Yaxşı, indi bu kişi sonradan 4-5 dəfə evlənib, başqa uşaqları var bunun? Xeyr, heç bir qadından uşağı yoxdur məndən başqa. Bir dənə vahid övlad mənə. Gör, indi anan ona necə qarğış eləyibsə, onun başqa uşağı olmayıb. And olsun, Allaha düz deyirsən. Deyirəm mənə. Bu arada... Sən atanla aranı... Müşfiq müəllim, siz çox gözəl insansınız. Mən sizə 4 gündür qulaq asıram, 4 gündür, 5 gündür qulaq asıram.
Bu girdicim profil mənim öz profilimdir. Gəlib mənim qonağım ola bilərsiniz. Mənim dünyamda gözəl olan adam deyirəm. Sadəcə olaraq valla mənim fikrim siz nədir? Oradan mənə 500 manat qalsa götürüm onu qocalar evinə, uşaqlar evinə bağışlayım. Ancaq anamdan sonra 6-cı arvada qalmaqda da ağrıdır axı. Birinci olsaydı ağrıdmazdı. 6-cıya ucu ağrıdır. Sən biraz siyasət işlət də. İndi 40 yaşın var. Atanla münasibəti normal qur. İndi kişi də bilirsən nətər. İndi ölənə yaxınmı deyək və yaxud vərəsə kimi vəsiyyət də eləyə bilər sənə və yaxud yarısını sənə vəsiyyət eləyə bilər, yarısını hazırda yaşadığı qadına vəsiyyət eləyə bilər. Amma qanunla yenə deyirəm, sən onunla dirəşsən, götürüb bütün əmlakını bağışlayacaq başqa adamı heç səbəb. Yox, heç dirəşmirəm də axı, heç 5 il düz-üzə gəlmirik. Sadəcə olaraq bunlar başqa yollara əl atırlar ki, məsələn, atam indi bilmək olmaz, dünyadan kim tez köçəcək, atam biraz xəstədir. İstəyirlər ki, xəstəlik olan vaxtı bu 6-cı arvadın tərəfi də məndən zid düşsün falan filan. Xəstələnər aparıram həkimə, ora-bura, yəni gedirəm dalı sürə. İstəyirlər zid salalar ki, orada məsələn bunlara çatan paya görə də. Mən bunu uşaq deyirəm ki, biz bilirik də, baxırıq, görürük ki, insanlar hansı yollara əl atırlar. Ona görə indi bir dənə neçə yaşı var indi? Atamın 70 yaşı var. Hələ cavandır da, elə çox yaşlı deyil ki, 70 yaşı nədir ki. Biraz xəstədir, nasazdır biraz. Maman da görürəm ki, onun halına yanır. Yenə deyərsən arvad sevir onu. Allah sizi var eləsin, sağ olun. Barışdır, axırda onu da gələcək sizin yanınıza. Barışdır. Təşəkkürlər bəy. Yaxşı qardaş, burada dinləyicilər gözləyirlər, qoşulmaq istəyirlər. Haqqınızı halal eləyin. İnşallah Qubada gəlin, sizə qulluq eləyək. Allah sizi var eləsin. Minnətdaram, çox sağ olun. Sağ olun. Dostlar, 22 dənə aktiv fanata ehtiyacımız var. 21 dənə. Məni sevləri atın, yeni gələnlər zəhmət olmasa. 20 dənə aktiv fanata ehtiyacımız var. Məni sevə atın. İsmailzadə təşəkkür edirəm. Ürəkləri atın, yeni gələnlər. Məni sevləri atın, zəhmət olmasa. Əsas bizim məqsəd bu gün bulardır. Tural bəy, buyurun. Tural, Aydın, buyurun. Salam. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Biraz səssiz yerdən danışın bəy. Aha, indi necədir? İndi yaxşıdır. Buyurun danışın. Çox sağ olun qoşduğunuz üçün. Təşəkkür edirəm. Mən bir sual vermək istəyirdim sizə. Buyurun. Deməli, bir neçə gün öncə, 5 gün öncə hardasa təxminən mən atamın avtomobilini idarə edirdim. Yol polisi məni saxla əmri verdi. Mən ona saxla əmrinə tabe olmadım və qaçdım. Niyə saxlamadın? Qaçdıqdan sonra Aydın, niyə saxlamadın? Sənət yox idi. Atamın adınadır. Həm də texniki baxışla sığorta da yox idi. Qorxdum ki, aparıb salacaqlar içəri. Sonra belə də yəni biraz atam da biraz nervli adamdır. Nəsə qaçdım. İndi bir neçə gündür ki, yol polisləri gəlirlər. Belə deyək, sahə müvəkkili gəlir. Gəl şöbəyə, gəl şöbəyə, gəl şöbəyə. Protokol yazır. Maşınla gətir, gəl. Heç bir şey yoxdur, heç nə yoxdur. Nə protokol var, nə bir şey. Eləcə deyirlər, maşın gətir, gəl cərimə meydançasına. İndi nə var? Qaçmısan da protokol yazıb məhkəməyə çıxardacaqlar da. Mən də razıyam da, çıxartsınlar məhkəməyə. Mən qaçmışam. Bunun məndən burada deyə bilmirəm, nədir, nə deyil. Başqa məsələlər də var. Yəni, bunun məhkəmə yolundan qaydası qaçmaqdırsa, mənə elə gəlir ki, 100 manat cəriməsi var. Orada götürüb sənə tutka verəcəklər. Qaçmağa. Niyə vermirlər? Verənməz də. Avtoxuliqan kimi aformt eləyəcəklər, verəcəklər tutkada. Görüntüdə var axı, orada avtoxuliqan kimi heç bir nə yoxdur. Nə, belə deyək, təkərin yerində oynaması, maşının müəyyən maddələr var, o yoxdur orada.
Sadəcə olaraq əmr verir. Əmr verir, mən amma əmrə tabe olmuram, qaçıram. Dayanma. İndi bildim dostum, hansı polis şöbəsi səni çağıran? Goranboy. Şoranboy. Da indi öz problemi özün bitəri həll eləməlisən də. Amma mən sənə deyirəm ki, yəni o qaçmağa görə vəziyyət yaxşı deyil. Ümumiyyətlə polisdən hara qaçmaq olar ki, yəni? Düzdür. Polisdən qaçmaq olmaz. Əlbəttə ki, ona görə ən yaxşısı əgər israrla maşını çağırırlarsa, Bəli, bəli, israrla çağırırlar. ən yaxşısı getmək. Çox sağ olun, məqsədinizə görə. Sağ ol. Sağ olun. Sağ olun. Polisdən qaçmaq olmaz. Ümumiyyətlə Axşamınız xeyir Müşfiq müəllim. Axşamınız xeyir, buyurun. Buyurun xanım. Biraz Axşamınız xeyir. Biraz həyəcanlıyam. İlk dəfədir qoşuluram. Musiqi başqa yerdən gəlir, onu eləyə bilmirəm. Başqa yerdən bir dəqiqə. Buyurun, buyurun. Müşfiq müəllim, mənim belə bir problemim var. 3 uşaq anasıyam. Və yoldaşım rəhmətə gedib 2018-ci ildə və onun adına ev var Bakıda. Və qaynanamla danışmadığıma görə mən asan xidmətə getdim. 2 kərə dedilər ki, qaynanamın, yəni anasının razılığı olmalıdır ki, o evi mən adıma keçirməliyəm. Mən də onunla danışmıram. Bilirəm ki, o heç bilmir o ev haqqında, yəni ev var deyə. Onun bərabər yaşadığımız zaman almışıq. Və mən nə edə bilərəm? Yəni xeyli bir vaxt keçib, ev hələ də yəni onun adındadır. Ev kimin adındadır xanım? Rəhmətlik yoldaşımın adında. Siz yoldaşın rəhmətə gedəndə rəsmi evli olmusunuz? Bəli, bəli, rəsmi zaksımız olubdu. Bildim, onda o həm də sizin evinizdə. Bəli, və mən asan xidmətə getdim, evi mənim adıma çevirmədilər ki, anasının razılığı olmalıdır. Mən də anasından danışmıram da, ünsiyyətimiz yoxdur. Evin 50% sizindir, bu heç. Yerdə qalan 50%-də onun anasının payı var. O yerdə qalan... Necə pay ola bilər? Anası özü alıb, bax, biz bərabər yaşadığımız vaxt. Anası heç ona bir qəpik də pul qoyur. Fərqi yoxdur, o vərəsədir. Mən sizə izah edim. Hardan vərəsə ola bilər? Tamam. Yaxında siz qanunu məndən yaxşı bilirsinizsə, niyə mənə qoşulmusunuz? Yox, mən qanunu sizdən soruşuram, ona görə qoşulmuşam. Mən də deyirəm, Başa salmaq istəyirəm ki, yazın. sadəcə, yəni biz bərabər 15 il yaşadığımız vaxtı o evi aldıq. Və elə oldu ki, rəhmətə getdi. Mən başqa bir dövlətdə yaşayıram. Gedib gəlirdik Azərbaycana. Rəhmətə gedəndən sonra düşman olduq da, belə deyim. O yüzden də mən ona gedib, yəni bura qol çək, bu ev, ünsiyyətimiz heç cürə yoxdur. Mən qalmışam çarəsiz bir vəziyyətdə ki, mən indi onu neyiniyim ki, o evi adıma keçir. 3 dənə uşağım var, yəni. Uşağının birinin adına keçirərəm də, nə qədər olmasa. Əziyyət çəkib onu almışıq. İcazə verirsiniz, mən izah edeyim. Hə, indi sizi dinləyirəm. Xanım, ev yoldaşınızın adına olduğuna görə və yoldaşınız da rəhmətə getdiyinə görə, belə deyək də, qanun artıq onun vərəsələrini tanıyacaq. Niyə tanıyacaq? Çünki ev onun mülkiyyətindədir. Amma birgə nicah dövründə alındığına görə 50% o evin sizindir. Qanun deyir 50% sənindir. Onu heç kəs mübahisələndirə bilməz. Amma yerdə qalan 50%, yəni o da yoldaşınızın adını olduğuna görə, onun vərəsələr arasında bərabər bölünməlidir. Və sizin özünüz də orada vərəsəsiniz, o 50%-in içində. Orada onun anası vərəsədir və siz vərəsəsiz. Aydındır? Bəs uşaqları? Uşaqları da vərəsədir. Bəli. Uşaqları, anası, atası və siz. Atası var? Yox, atası rəhmətə gedib. 4 vərəsə arasında bərabər bölünəcək. Onun 50%-in 25%-i anasına məxsusdur. Siz belə eləyə bilərsiniz. Məhkəmədə iddia qaldırıb, evi qiymətləndirib, ev tutaq ki 100.000 manatdır. Düzdürmü? Bəli. 50.000 ev qiymətləndiriləcək 100.000 manat, 50.000 manat çıxılacaq sizin payınız.
Yerdə qalan 50.000 manat 4 yerə bölünəcək. Tutaq ki, 4 yerə bölünəndə təxmini hardasa bir nə qədər eləyir? 15 min ona düşəcək. 14-15 min. Bəli. 15 min manatda kompensasiya o qadına ödəyəcəksiniz və evi götürəcəksiniz. Qayda bu. Durduğum yerdə işə düşmüşəm. Mən indi 15 min manat hardan alım ona verim? Biz kömək eləyək istəyirsiniz sizə. Qanunla Çox belə. sağ olun. Buyurun. Ha, yəni bu qədər. Bəli. Ya mümkünsüzdür də, başqa cür onu həll eləmək mümkünsüzdür yalnız. O olmalıdır orada. Qanun belə deyir, belə də olmalıdır. Başqa variantı yoxdur. Çox sağ olun, Allah razı olsun. Buyurun, sağ olun. Arvad ölsə də arvadın uşaqları var axı. Qızı zad ola bilər. Dostlar, 1100 nəfərik. Yeni gələnlər zəhmət olmasa kanala abunə olsun. Adımın yanında plus var. Bir də məni sevləri atın. Mənim bu dəqiqə 15 dənə aktiv fanata ehtiyacım var. Paxıllıq eləməyin. 15 dənə aktiv fanat gəlsin. 14 aktiv fanata ehtiyacım var bu dəqiqə. Məni sevləri atın, yeni gələnlər. Arzu xanımı qoşum, Arzu xanımın sözü var. Arzu xanım salam, sizi salamlayırıq. Gözəl insan. Axşamınız xeyir. Allah razı olsun. Müşfiq bəy, mən indi bu dəqiqə sizin Facebook'dakı yazınızı oxudum və paylaşdım. Deməli, mən oradan belə başa düşdüm ki, hadisə yerindən yayınmasaydı, yəni getməsəydi, cəzası daha yüngül olacaqdı, deyilmi? Əlbət ki. Baxın, mən sizə izah edeyim. Çox adam deyir, o Arzum ləqəbli o TikTokerin hərəkətindən danışır və hamı o video baxır və hamı da münasibət bildirir. Hamı deyir, oradakı heç bir toxunuş olmayıb, maşına dəyməyib, Arzum necə məsuliyyət alına bilər? Dostlar, istəyir maşına dəysin, istəyir dəyməsin, yol hərəkəti qaydalarını pozma, maşının maşına dəyməməsi zamanda mümkündür. Və biz ona nə müstəntiq, nə hakim qiymət vermir. Ona məhkəmə texniki ekspertizası qiymət verir. Avtotexniki ekspertiza təyin edir. Əgər avtotexniki ekspertiza həmin o TikTokerin orada hərəkətlərində yol hərəkəti qaydalarının pozulmasını aşkar eləyibsə, o zaman ona təqsir verir. Yəni, hadisənin qarşısını almağın texniki imkanı olub, amma onu eləməyib. Məsələn, bu tərəfi. İkinci, sən görürsən ki, orada qəza oldu, maşın açdı. Sənin sürüb getməyin düzgün deyil. Birinci, insan kimi düzgün deyil. Sən görürsən ki, orada qəza baş verdi. Ən azından sənin yanından ötdü, keçdi. Özü də gedib baxa bilərdi. İndi mən başa düşürəm, qadındır, həyəcanlana bilər, qorxa bilər. Amma söhbət nədən gedir? Əgər avto qəza ehtiyatsızlıqdan baş vermiş cinayət hesab olunursa, hadisə yerindən qaçma və təhlükədə qoyma qəsdən baş verən cinayətdir. Qəsdən baş verən cinayətə görə isə məntəqə tipli cəza çəkmə müəssisəsinə getmək çətindir. Bu kimi hallarda 264-cü maddədə onun üstünə gələndə, 263-2-nin üstünə gələndə artıq real cəzaya gedir. İkinci bir məsələ, avtotexniki ekspertizanın rəyə gələndən sonra iş gedir məhkəməyə, orada 100 dənə şahid nə ifadə verir, versin, onun əhəmiyyəti yoxdur. Bu kimi hallarda avtotexniki ekspertizanın rəyi əsas götürülür. Rəy əsas götürülür, hakim qərarını elan edir. Və burada birinci tələb odur ki, zərər çəkmiş şəxslə barışmaq. Əgər zərər çəkmiş şəxslə barışıq yoxdursa, mümkün deyil o cəzadan yayınmaq. Mümkün deyil. Orada zərər çəkmiş tərəf gəlib o qızı bağışlamasa, real cəza olacaq. Real cəza da 5 ildən yuxarı olacaq. Çünki 5 ildən aşağı real cəza
məntəqə tipli olduğuna görə 5 ildən yuxarı cəza verəcəklər ki, ümumi rejimli cəza çəkmə müəssisəsinə getsin. Və onun yenə deyirəm ki, prokuror 6 il istəmədi. Prokuror cəzaları topladı. Ümumilikdə 5 il 9 ay azaddan məhrum etmə cəzası istəyib və məhkəmə iclas zalında həbsini tələb edib. Çox güman ki, indi hökm çıxarılanda mənim fikrim də, mən düzdür, hakim deyiləm. O qərarı hakim ona bəraət də verə bilər. Amma mən belə fikirləşirəm ki, bu mənim öz subyektiv fikrimdir. Mən hakim deyiləm, müstəntiq deyiləm. Amma mən gedişatı belə görürəm ki, məhkəmə iclas zalında həbs olunacaq və 5 il 5 ay cəza veriləcək. Yenə deyirəm, bu mənim subyektiv fikrimdir. Dövlətin adından qərar verən orqan hakimdir, məhkəmədir və məhkəmə ona bəraət də verə bilər. Sadəcə mən öz fikrimi dedim bundan bağlı. Müşfiq bəy, bəs oradan uzaqlaşmasa idi? Uzaqlaşmasaydı 264-cü maddə verilməyəcək. Görürsüz, mən orada yazmışam. Zərər çəkənə ilkin tibbi yardım göstərmək lazımdır. Ola bilər siz hadisə yerində maşın aşa bilər, siz hadisə yerinə gəlib çatarsınız. Zərər çəkmişi məsəl üçün yardım göstərə bilməzsiniz də. Ya ona sizin fiziki gücünüz çatmaz, maşın içindən onu çıxarda bilməzsiniz. Bu halda nə etmək lazımdır? Cəmi bircə hərəkət eləmək lazımdır. 103 xidmətinə məlumat vermək lazımdır ki, burada hadisə olub. Bununla da sənin məsuliyyət məsələni 264-cü maddə ortadan qalxdı. Çünki artıq sən zərər çəkənə ilkin tibbi yardım göstərdin, hadisə yerinə təcili tibbi yardım dəvət elədin. Yox, imkanın varsa, əgər onu öz maşınına qoyub xəstəxanaya çatdıra bilirsənsə, apar. Ola bilər ki, elə o hadisə ola bilər ki, maşında vətəndaş sıxılı vəziyyətdə qalar. Heç onu çıxartmaq üçün gərək oraya Fövqəladə Hallar Nazirliyi gəlsin. Əgər elə bir imkan yoxdursa, sən ora 103-ü çağırmalısan və hadisə yerində gözləməlisən. Hadisə yerindən qaçmaq olmaz. Zaten hara qaçarsan, hər yer, bütün şəhər, hər yer kameradır. Elə bir avtonəqliyyat hadisəsi var ki, polis indi onu tapa bilməsi. Düzdür, razıyam. Ümumiyyətlə, Müşfiq bəy, mən belə deyim də, sükan arxasına əyləşən istənilən insan, məsələn, mən sizin canlıları izləyirəm və ən çox videolarınızı izləyirəm. Sizin və bir çox bu sahədə işləyib, indi videolar çəkən insanların və daha soyuqqanlı məsələlərə daha aydın beyinlə yanaşmağı öyrənir insan. Çünki, məsələn, biz insan olaraq bəzən baxıram ki, elə özümdə də mən bu qüsuru təsbit edirəm ki, bəzən biz emosional yaxınlaşırıq nəyəsə. Amma bu hüquqşünaslar və yaxud ki, cərrahlar, ürək cərrahı, beyin o qədər soyuqqanlı baxırlar məsələyə və sükan arxasında əyləşən hər bir insan, hadisədən heç birimiz sığortalanmamışıq. Allah hər kəsə kömək olsun, heç kəsin başına gəlməsin. Amma ən azından hazır olmalıdır da ki, hər an hər şey ola bilər, mən hüquqlarımı bilim və yəni orada lazım olan şeyi də edim ki, özümü haqlı ikən haqsız vəziyyətə salmayım və yaxud günahım varsa da onu daha da ağırlaşdırmayım. Mən sizlə tam razıyam. Bax, bu yenə deyirəm. Avtonəqliyyat hadisələrində ölüm hadisəsi varsa 99,9% barışmaq lazımdır. Bəli. Yəni o 0,1%-i bəraətə görə deyirəm ki, ola bilər ki, hakim bəraət versin. Amma burada heç bir bəraət ola bilməz. Mən onu adım kimi əminəm. Yenə deyirəm, o hakim qərar verəcək. Amma şikayət varsa, ölüm faktı varsa, şikayətçi varsa və sənin təqsirin məhkəmə avtotexniki ekspertizanın rəyi ilə müəyyən olunubsa, sənin yəni həbsdən qaçmaq və cəzadan qaçmaq şansın ümumiyyətlə yoxdur. Yəni bu absurddur. Mən o qızın cənab deyəsən prezidentə yoxsa Mehriban xanıma müraciətinə də baxdım. Birincisi görsənən odur ki, qız çox savadsız qızdır. Yəni mən təəssüf edirəm, gərək o vəkillərinlə bir məsləhətləşəydi o müraciət üçün. Müraciətdə heç bilmir nə danışır, vəsadət yerinə vəsait deyir. Mən deyir, hakimlərə nə qədər vəsait verdim, heç biri təmin olunmadı. Vəsait yox, vəsadət. Bu xırda şeylərdir, amma elementar sənin 2 dənə vəkilin var. Heç olmasa bunu vəkillərlə məsləhətlər, Mehriban xanıma müraciət edirsən. Mən başa düşürəm, onun orada yüngülləşdirici halları var. Uşaqları var, az yaşlı uşağı var, özü gəncdir, ilk dəfə məhkumluğu olunacaq.
Amma yenə deyirəm ki, bütün bunlar məsuliyyəti yüngülləşdirən haldır. Amma ümumilikdə cəzadan yayınmaq üçün bunlar kifayət eləməyəcək. Bəli. Bir də burdan da biz də demiş olaq, sizdə ümumiyyətlə istənilən hadisədə fərqi yoxdur. Bəli, qarşı tərəf sürət həddini aşıb. Yəni sürət həddini aşıb günahkardır. Başqa şey, əgər orada ölüm, ağır yaralanma varsa, yəni qarşı tərəfin acısının üzərinə duz töküb onları şikayət etməyəcək adamı da şikayət edəcək hala gətirmək bu doğru deyil. Yəni təmkinli, səbirli davranmalıydı. Yəni qıcıqlanmalara yol verməməli idi deyə düşünürəm. Səhvin varsa düzəldin. Bir hadisə var, düzdür. Mən onu burada çox işıqlandırmaq istəmirəm. Onunla bizim dostlar, vəkillər məşğul olur. Adam ehtiyatsızlıqdan 2 nəfər vurulub. Və uzun müddətdir, aylardır ta o adamın yanına göndərmədiyi adam qalmayıb zərər çəkmişin yanına. Ta elə adamlara xahiş eləyib. 100 dəfə qapıdan qollanıb yenə gedib. Qardaş, belə eləmək lazımdır. Yoxsa mənim orada günahım yoxdur. Hər halda dövlət sənə günah veribsə, sən biraz qarşı tərəfi də başa düşmək lazımdır. Sən özün, yenə deyirəm, biz özümüzü müdafiə eləyirik. Biz çalışırıq ki, həbsə girməyək. Amma qarşı tərəfdə ölüm var. Və yenə deyirəm ki, qarşı tərəf də ağırlıdır, acılıdır. Onu da nəzərə almaq lazımdır. Amma mən yenə deyirəm, burada əgər avtotexniki ekspertizanın, indi çox adam deyir, orada maşına dəyməyib. Yenə deyirəm, maşının maşına dəyməyinin heç bir əhəmiyyəti yoxdur. Yol hərəkət qaydalarını pozmaq üçün ehtiyac yoxdur maşına dəyməyinə. Elə orada bir dənə yola çıxıb riski tormuz verib dayansan, oradan gələn maşın qorxusundan bir dənə sağ sol eləsə, maşın açda qutardı getdi. Məsuliyyət səndədir. Təhlükəsizliyin tam təmin olunmamasıdır. Bəli, ona görə son dərəcədə maşın sürəndə də ehtiyatlı olmaq lazımdır. Telefona baxmaq olmaz. Bax, o gün gördünüz, o bir qızımız motosiklinlə gəldi, bax, rəhmətə getdi. Bu gün indi baxırıq, avtobus sürücüsü bir qadın üstündən keçdi, 70 yaşında. Bilmirsən, bu dəlidir, bu səydir, səki, qadın yazıq səkiyə düşür, səkidə sürdü qadın üstündən keçdi. Baxırsan belə, bu insanlar sanki, bunlar başa düşmür ki, mənim idarə elədiyim yüksək təhlükə mənbəyidir. Odlu silah kimi bir şeydir də maşın. Yox, əlbəttə. Yəni bunun təyinat, buna konkret qanun deyir ki, yüksək təhlükə mənbəyi. Yəni bu sən ölüm, mən ölümə baxmır. Sən buna qaz versən, bu fərqi yoxdur. Bu motor qarşı tərəfə indi mən bilmirəm. Bu qız onlardan üzrxahlıq eləyib. Əgər barışmağa cəhd eləyibsə, qarşı tərəf də bunu biraz qərəz kimi qəbul eləməli deyildi. Bu ehtiyatsızlıqdan baş verən cinayətdir. O qız o ailəni tanımır. Onlarla hər hansı bir münaqişəsi olmayıb. Əvvəllər bunların arasında konflikt yox. Ehtiyatsızlıqdan baş verən cinayətdir. Bu hər kəsin başına gələ bilər. Mənim də başıma gələ bilər. Sizin də başınıza gələ bilər. İstənilən adam başına gələ bilər. Yenə deyirəm, əgər orada barışığa israrlı cəhdlər varsa, üzrxahlıq varsa, onu bağışlamaq olardı. Yox, açıqdan açığa, yəni cəmaət orada faciə saxlayır. Amma siz burada, üzr istəyirəm, klip qoyub, mahnı qoyub oynayırsınızsa, təbii ki, onlara təsir eləyəcək. Və onlar bunu bağışlamayacaqlar. Onlar bunu bağışlamayacaqlar. Mən sizə əminliklə deyirəm. Bir də, yəni bunu da deyim, ayrılacam, vaxtınızı çox almayım. Siz də insanlarla işləmirsiniz, mən də insanlarla işləyirəm. Müşfiq bəy, mən bilirsiniz nə müşahidə edirəm? Mən keçən dəfə dəyərli hüquqşünasımız Ərşad müəllimlə də müzakirə aparanda bunu dedim. İnsanlarda utanma duyğusu ölüb elə bil. Və insana səhvini deyirsən, insan biraz utanmaqdan, biraz arlanmaqdan hələ dönüb cavab da qaytarır ki, ya deyir yaxşı edirəm, ya məsələn insanlar elə bil öyrənməyə açıq deyillər əvvəlki zamanlardakı kimi. Mən təlimdə də bunun əziyyətini çox çəkirəm. Maşında izah edirsən ki, piyada keçidindən keçməlisən. Bax sən hər hansı bir piyada keçidindən keçməyəndə qəza olarsa, məsələn ola bilər ki, günahkar sən də qalarsan 50-nin 50-yə
verilərlər. Ölmərsən, yaralanarsan, amma sənə də problem yaşayarsan. Düşür aşağı, orta güzgüdən baxırsan ki, getdi 6 zolaqlı yolu kəsdi ki, qaça-qaça keçdi. Bu maşında izah etmirsən. İndi bilirsiz, absurd bir şeydir də ki, siz indi bax mənə burada deyirsiniz ki, Arzu xanım, hadisə yerindən yayınarsa belə olar, belə olar. Всё, bu yazılmalıdır yaddaşa. Mən Müşfiq müəllim mənim üçün yaddaş kartı deyil ki, hər an o zəy vurum, narahat eləyim ya da ki, nə isə. Bunu mən yaddaşımda saxlamalıyam və mənim xeyrimədir. Mən hadisə yerindən yayınanda Müşfiq müəllimə nə olacaq? Heç nə. Ən azından mənim cinayət işim üzrə rəy verəcək. Bu qədər sadə. Yəni, Başa salmaq. hər bir halda ən ağır hadisə olsa belə, lap 3-4 adam ölsə belə hadisə yerindən qaçmaq olmaz. Ən azından gedib orada dizivi atıb yerdə uzanmış olsan belə oradan qaçmaq olmaz. Getmək olmaz. Və yaxud da özün məsəl üçün ola bilər ki, özündə olmazsan. Heç olmasa əlin ayağını əsirsə, birinə böğrünə indi hadisə olanda kimlərsə tökülür də ora. Bir burada deyilən ki, qardaş, bu hadisəni mən törətmişəm, xahiş edirəm, skoru çağırın. Özünüzün əgər əliniz, ayağınız telefon tutmursa, heç olmasa diliniz bir kəlmə söz tutsun, böğründəkinə deyilən ki, qardaş, mən eləmişəm, bir dənə skoru çağırın bunlara. O söz sizi xilas eləyəcək. Amma durum, heç kəs məni görmədi, qaçım, gedim, elə şey yoxdur. Bu dəqiqə hər yer görünür, hər yerdə izlənilir. Mümkün olan şey deyil o. Arzu xanım, təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Mən təşəkkür edirəm. Dolğun məlumat üçün. Sağ olun, təşəkkür edirəm. Dostlar, 1400 nəfərik. Zəhmət olmasa yeni gələnlər, adımın yanında plus var. Ona basıb kanala abunə olaq. Bir də bir neçə məni sev atın. Mənim bugün 5 dənə aktiv fanata ehtiyacım var. %130 yeni izləyicimiz gəlib. Aktiv fanat. Cəmi 4 dənə aktiv fanata ehtiyacımız var dostlar. 1400 nəfərdən düzgün bizə 4 dənə aktiv fanat gəlməyəcək. Məncə gələr. İndi 2 dənə aktiv fanat lazımdır. Səhifə takip atmayanlar plus işarəsini vurun zəhmət olmasa. Əla. Aktiv fanatlarımız 500 oldu. Vüqar, təbrik eləyə bilərsən. Bu həftə 500 aktiv fanat. 150 də yeni izləyicimiz gəlib. Bu da yaxşı. Vüqar, sən avtomobil idarə edirsən? Bəli, müəllim. Ehtiyatlı ol. Baş üstə. Buyurun. Axşamınız xeyir Müşfiq müəllim. Salam, axşamınız xeyir. Müşfiq müəllim, bəlkə epizodla bağlı Arzum xanımın məsələsinə görə qarışdım. Sizə bir sualım var. Yəni, yəqin ki, sizin də sözcülük hüququnuz var da, yəni, vəsiqəniz var. Mən də avtomobil idarə edirəm, bəli. Və bu qısa rolik olan videoya baxmış olarsınız. Baxmışam, bəli. Bu yol adiyyatı üzrə falan bəs məkanı, onları qoydum qırar kənara. Həmin anda bu adam məsəl üçün sağ qalmış olsaydı, sürücü sağ qalmış olsaydı, sürücünün yanındakı adamın xəsarət aldığına görə sürücü məsuliyyət daşıyırdı, daşımırdı. Hər ikisi məsuliyyət daşıyacaqdı. Həm bu TikToker xanım, həm də həmin avtomobilin sürücüsü. Hər ikisi. Tamam. İkinci sual. Azərbaycan Respublikasının qanununda və yaxud da yol hərəkəti qanununun tövsifində qəza şəraiti anlaşımı kimlərə, hansı sürücüyə deyilir? Biz onu deyə bilmirik, onu. Ümumiyyətlə, yol hərəkəti haqqında qanunda yazır ki, yüksək təhlükə mənbəyini idarə edən şəxs, yəni sürücü, bəli, bütün texniki imkanlarından istifadə edib baş verəcəyi hadisənin qarşısını almalıdır. Və o, fərqi yoxdur, sən kimsə oradansa atlandı dəmirin üstündən yüksək sürətli magistral yola qaçır. Sən deyə bilməzsən ki, o piyada keçidindən yox, dəmirin üstündən tullandı. Ona görə mən onu vurdum. Mən onu vurmaya haqlıyam. Belə bir şey yoxdur. Qanun deyir ki, sən o təhlükəni gördünsə, onun qarşısını almalısan. Cəhd eləməlidir də. Cəhd eləməlisən, yox, almalısan. Cəhd eləmək başqa şeydir. Əgər sənin texniki imkanın varsa, sən onu qarşısını
qarşısını almağa borclusan. Tamam. Avtotexniki ekspertizada ona görə keçirilir ki, Hı hı. sən onun qarşısını almağa texniki imkanın olub ya olmayıb. Yəni ola bilər ki, sən qəfil əyləşdən istifadə eləmisən, axıra qədər tormuzu basmısan, amma maşının indi gəldiyi sürət var, sürüşmə məsafəsi var. Aha. Yəni əgər o sürüşdü getdi, dəydisə, avtotexniki ekspertiza gəlir ki, qardaş, bu bütün texniki imkanlardan istifadə edib, lakin o hadisənin qarşısını ala bilməyib. Amma o yazsa ki, texniki imkanı olub, amma bu imkanlardan istifadə eləməyib, yəni məsəl üçün vaxtında əyləci basmayıb, rolu sağa çəkməyib, bu kimi halda artıq sən məsuliyyət daşıyırsan. Baxmayaraq ki, o sənin qabağına qaçdı, qəfil qabağıma çıxdı, nə bilim, işıq gözümə düşdü. Bunların heç bir əhəmiyyəti yoxdur burada. Müşfir müəllim, nəticə etibarilə yüksək sürət həddinə görə bu işin belə deyək də adı, bu işin adı idarə etməni itirmə səbəbi var. Sürücü hadisə idarə etmə səbəbi varmı? İdarə etməni itirmə səbəbi varmı burada? Biz ona yenə deyirik, biz ona qiymət vermirik. Çünki biz siz müstəntiq olmusunuz. Siz müstəntiq olmusunuz da özünüzü bir anlıq bu işi aparan adam kimi gəlir. Mən bu işi aparmamışam. Mən belə işlər aparmamışam. Mən ölüm işlər aparmışam. Mən prokurorluğun müstəntiq olmuşam. Bu iş araşdırmaq polisin müstəntiqinin vəzifəsidir. Yəni biz qəzalara çıxmamışıq. Biz ağır ölüm hadisələri, bağlı qətillər, biz bunların istintaqını aparmışıq. Amma yenə deyirəm ki, burada avtotexniki ekspertiza rəy verir. Məsəl üçün, arzuma münasibətdə rəy verir. Bunun hadisənin qarşısını almağa texniki imkanı olub olmayıb. Aydın məsələdir ki, orada qarşı tərəfin yüksək sürəti olub. O sürət də hadisənin baş verməyinə səbəb olub. İndi amma bu qızın burada hərəkətinlə baş verən o qarşı tərəfin ziqzaq eləyib gedib maşını aşırması arasında səbəbli əlaqə var ya yoxdur? Çox güman ki, ekspertiza rəy verib ki, burada səbəbli əlaqə var. Və ona görə də bunu ittiham verilir. Bu qədər. Qısa və konkret. Müşfir müəllim, mən avtotexniki ekspertiza dediyimiz idarədə Xəqani 14-də Fuad müəllim idarəsində işləmişəm, düzdür. Həmən orada işləməmişəm, trasologiya və ballistika şöbəsində işləmişəm. Mən və adiyyatı adamlardan da zəng edib buradan maraqlanmışam. Yol üstünlüyü qarşı tərəfdə olan avtomobilin yol üstünlüyü olduğu halda, mən bilmirəm orada hal-hazırda hansı rəylər verilib. Qarşıda gedən avtomobilin yol üstünlüyü olduğu halda, bu adam istər sağa dönər, istər sola dönər, orada avtomobilin dönmə işığı yandırması falan, bunlar absurd söhbətlərdir. Çünki texnikada yana da bilər, yanmaya da bilər, adam və yaxud da maşın ortada xarab olub, nəqliyyat vasitəsi qala da bilər. Bir mənalı olaraq avtotexnik ekspertizanın rəyindən xəbərim yoxdur. Amma arxadan gələn Yox, bir dənə qulaq asın. Siz ekspert işləmişsiniz, orada işləmişsiniz, siz bilirsiniz. İş əgər məhkəməyə gəlib çatıbsa, demək avtotexniki ekspertiza bu xanıma təqsir verib. Başa düşdünüz? İş yoxsa məhkəməyə getməz ki. Demək, iş məhkəmədə baxılır, bu təqsirləndirilən şəxs kimi cəlb olunub ona görə ki, avtotexniki ekspertiza bunun ziyanına rəy verib. Yoxsa işi müstəntiq məhkəməyə göndərə bilməz ki. Tam doğru, tam doğru. Söhbət ondan gedir ki, avtotexniki ekspertizanın rəyi ilə hakimlər razılaşır deyə bu adama bu şeyi verirlər. Amma belə biz bilmirik hələ orada hakim nə qərar çıxardacaq. Prokuror gəlib 9 il çox gözləyir. 5 il istəyir. Prokuror istəyib onu. Hakim hələ qərarını elan eləməyib. Çox üzr istəyirəm. Baxın, adam 25 il ölkədən kənarda yaşamış bir insan. Azərbaycan Respublikasının qanunlarından xəbəri olmayan. Azərbaycan Respublikasının yol hərəkəti qaydaları ilə Almaniyadakı şeylər fərqlidir. Mən özüm Almaniyada yaşayıram və birbaşa Almaniyadan deyirəm. Mənim çox üzr istəyirəm buradan deyirəm. Mənim böyük qızımı yol keçəndə 50-lik yolda uşaq yoldan qaçmışdı, maşınla onu vurmuşdu. Uşaq belə deyək də parça tiki oldu. Düzdür, bunu banisada elədilər. Maşınla vuran adamı mən görmədim. Və məndən soruşan da olmaz ki, şikayətçisən yoxsa şikayətçi deyilsən. Bax dostum, bax sizin bu hissədə qoy mən aydınlıq gətirib. Qanunu bilməmək, yol hərəkəti qaydasını bilməmək səni məsuliyyətdən azad eləmir. Sən Almaniyada yaşaya bilərsən, amma Azərbaycana gəlib düşən kimi buradakı qanunlara tabe olmalısan və buradakı qanun
qanunları bilməməyin, yol hərəkət qaydalarını yaxşı anlamamağın səni məsuliyyətdən azad eləmir. Bu Bəli, bilirəm, Müşfiq müəllim, bilirəm. Deyə bilməzsən ki, mən Almaniyada yaşayırdım, təzə gəlmişəm. 264-cü maddəni Müşfiq müəllim, çox üzr istəyirəm bir həmkar kimi, bir hüquqşünas kimi isə 264-cü maddədən Almaniyada yoxdursa, hadisə yerindən uzaqlaşmaq filan bəsməkən bu belə bir anlayış yoxdursa, sadəcə olaraq yığıb notarca 110-a da bizim 102-yə, 103-ə məlumat verirsən, istədiyin yerdə özünü pis edirsənsə, oradan uzaqlaşıb gedə də bilərsən, qala da bilərsən. O haqqım var. 25 il xaricdə mən yaşamışamsa, əgər mən indi hüquqşünasam, mən bilirəm Azərbaycanda bunu, mən gəlib bunu eləmərəm təbii ki. Amma yəni uşaqlığından burada sürücülük vəsiqəsini burada almış bir insan Azərbaycanın belə deyək ki, sonradan vətəndaşlığını 2014-cü ildə vastanavit edib, bərpa edib gəlib hadisə törədib. 264-cü maddə getsinlər, baxsınlar, Azərbaycanda olan maddə Almaniya qanunvericiliyində yoxdur və heç bir sürücü də hadisə yerindən məlumat bildirməmiş. Əgər maşını orada qoyursa, çıxıb gedirsə, avtomobilinə uzaqlaşırsa yox, maşını orada qoyub çıxıb gedirsə, bir mənalı olaraq bilinir ki, bu adam kim olacaq, nəçə olacaq. Amma belə deyək. Bax dostum, hakim də mən deyim, bax bu hissə aydınlıq gətirək. Deyirsiniz ki, Almaniyada bəli 264-cü maddə yoxdur. Düzdür? Yəni hadisə yerindən qaçma, yardım göstərmə belə bir şey. Amma bizdə var. Və mən haqlı hesab edirəm ki, bizim bu norma çox gərəklidir. Necə yəni mənim səhvim nəticəsində, mənim təqsirim nəticəsində adam avtoqəza eləyib. İndi ona mən gəlib qıraqdan baxıram ki, bu avtoqəziyyət düşüb, maşınımı orada saxlayıb çıxıb gedirəm. Yaxşı, bəs sən 103-ü çağırmalısan, sən bir ona boğazına bir stəkan su verməlisən, bəlkə bu maşın alışıb yanır, sən onu içindən çıxartmalısan. Və yaxşı, qanun necə olmalıdır? Ədalət nətər olmalıdır burada? Mənim təqsirim nəticəsində bu maşın aşıb yanır. Bu da içində. İndi mən deyim ki, yox, bu Almaniyada belə qanun var, bizdə belə qanun niyə olsun ki, mən sürüb getməliyəm? Bu məntiqsizdir axı. Necə yəni, maşın içində yanacaq. Əgər mənim əməlim nəticəsində o adam o vəziyyətə düşübsə, mən onu köməksiz vəziyyətdən çıxartmalıyam. Mən ona borçluyam. Qanun deyir ki, çıxarda bilmədiyimizə görə də belə bir məsuliyyət də yoxdur da bu Almaniyada. Yox, çıxarda bilməmək, və görürsən mən nə deyirəm. Ola bilər sən gəlib baxarsan ki, bu maşın aşıb, bu rol bunu sıxıb, bunu buradan çıxartmaq mümkün deyil. O zaman sən 103-ü çağırmalısan ora. 103-ə zəng eləməlisən ki, mən burada bir hadisə oldu, öz törətdiyini demə. Deyirəm, burada bu hadisə olub, gəlin buna kömək eləyin, bu adam ölür burada, ambulans çağırmalısan. İndi bir Almaniya, deyək ki, soyuqqanlı ölkədir də, faşistlərin ölkəsidir, belə deyək. Orada deyək ki, insan, yox, indi mən sözüm başqa misal üçün, bəli, anladım. Belə də götürəndə faşistlərin ölkəsi olub da. İndi Almaniya, indi biz hesab eləyirik ki, yəni demokratiyanın beşiyidir. Zaman olub ki, Almaniyada yəhudiləri yığıblar lagerlərə, uşaqlı qadınını, hamısını neft töküb yandırıblar, qaz şeylərində bulublar. Olub, bəli. Bu da Almaniya eləyib də, qardaş. Biz bilmirik ki. Yəni o düşərgələri yaradanlar da Almaniya olub da. Faşizmin vaxtında bəli 41-45-də, 37-45-də olub onlar, bəli. İndi yəni onların ölkəsidir də. Yəni o deməkdir ki, bunlar tam güya bütün demokratiyanı bunlar əhatə eləyirlər. Ki Almaniyada müəllim, söhbət bilin, mən başqa şey deyirəm. Siz bu günlərim Almaniyada qanun boşluğu vəkillərə şərait hörmət üçündür. Belə bir şey var, deyim var. Qanunun boşluğu sadəcə olaraq həmin bu vəkillər üçün, vəkilləri belə deyək də müəyyən bir urvində saxlamaq üçündür. Və həmin o qanun boşluğundan vəkillər insanların hüquqlarından istifadə edirlər. Heç bir vəkildə qanunsuz belə deyək də hüququnu müdafiə eləməyəcək adamı məhkəməyə çıxarda bilmir. Və hakimlər özləri də nə qədər də faşist dediyimiz olmuş olsa, qərəzli qanun qəbul eləmir. Mən Hindistanlıyam tutalım, gəlmişəm və yaxud da Azərbaycanlıyam. Gəlmişəm Almaniyada Azərbaycan qanunları ilə falandan bəsməkanı ilə gəlib burada yaşayıram. Misal, bir dənə bir misal deyəcəm. Azərbaycanda heyvan falan bəsməkən yolda maşınla, məsələn, rast gəlmişik də, vurulan olanda falan olanda, bəsməkən olanda, heç kim zəng edib, məsəl üçün, polisə, nə bilim, adiyyəti bir orqana bildirməyib ki, qardaş, mən it vurmuşam və yaxud da ceyran vurmuşam.
Ona heç bir də olmayıb. Belə gedib öz başını salıb aşağı və sığortası varsa falanı bəsməkən. Amma mən burada ceyran vurmuşam, istəmişəm qaçam arkadaşım maşını deyib ki, özümə bədbaxt eləmə qardaş. Zəng elə polis gəlsin. Yəni ceyrana görə də olmuş olsa buna zəng eləmişəm. Amma bir dəfə də ceyran kimsə vurub, mən saxlamışam, polisə zəng eləmişəm, çıxardım maşının arxasına aptekçidə. İndi qulaq as. Axı sənin dediklərin məntiqlə uyğun gəlmir. Deyirsən ceyran. Bir qulaq as. Deyirsən ceyrana görə arxadakı maşın mənə deyir ki, özün bədbaxt eləmə, polisə denə. Burada insan ölüb. Deyirsən ki, Almaniyada belə şey yoxdur. Bəs mən qanunu yox, elə qanunu o tərəf izah verirəm ki, deyirəm heyvana görə adamı məsuliyyətə çağırırlar. Amma lobalıb gəlmirsən, kiminləsə çırpışmısansa və yaxud uşağın maşın vurubsa, adam heç polisə bir dənə zəng elədi, çıxdı, getdi, heç bilmədilər bu uşağın axırı nə oldu, skoru gəldi mənim uşağımı apardı. Belə bu qanun boşluqlarının nöqtəsini sizə izah verirəm ki, çox gülməli bir hadisələr var. Yəni bizim Almaniyanı deyə bilmərəm. Bizim qanunlar idealdır. Bəzən deyirlər ki, bu 263-cü maddə, bu yox, bu Rusiyada belədir ki, magistral yolda sürücünün heç bir günahı yoxdur, uğa bilərsən. Ay qardaş, o mu yaxşıdır? Bizdə konkret qanun deyir ki, qardaş, sən yüksək təhlükə mənbəyi idarə edirsən, sən gözünü dörd açmalısan. Hətta günah piyadada olsa belə, sən bu yüksək təhlükə mənbəyini maksimum səviyyədə elə idarə eləməlisən ki, sən onu vurub öldürməyəsən. Bəlkə adam piyandı sənin üstüvə qaçır. Sən texniki imkanın var. Yaxşı, bu pravanı niyə alırsan? Bu sürücülük hüququ sənə niyə verilir? Maşını hər tərəfini idarə eləmək üçün verilir də. Müşfiq müəllim, ikinci bir epizod deyim, qızıl vaxtınızı alıram, ola bilər kimlərsə bəyənmir, Bəzə gözləyənlər var, qardaş. Bircə saniyə ikinci epizodda. Deyim Müşfiq müəllim, eyni dərəcəli hadisələrdə yol hərəkət nəqliyyat hadisəsində Almaniyada məhkəmə qarşısına çıxan iki cavabdehlər, belə deyək ki, 50-50-yə günah sahiblərdirlər. İkisi də bir yerə çıxırlar. Məhkəmədə burada bunlar üçün bilirsiniz nə verilir? İkisinin də necə deyirlər, Azərbaycanda var o MMX falan, bəsməkan sürücülük, necə sürücülüyor. İkisinin də baxın, əgər bu Azərbaycanda bu varsa, ən azından sürücü 15 il sürücü olmuş bu qadın Almaniyadan da bunun kağızını istəyə bilərlər və o hadisəni törətmiş adamın son bir ildə, il yarımda MMX-larını çıxarda bilərlər ki, bu adam necə bir sürücü olub. Qardaş, mən yenə deyirəm, burada sənə dedim ki, o adam sağ qalsaydı, onun da məsuliyyəti var, əlbəttə ki, yüksək sürətlə idarə edib. Yəni, gəl belə danışaq. İndi təsəvvür eləyək ki, maşın açdı bu şəraitdə. Sürücü yox, yanındakı xanım öldü. İndi burada məsuliyyəti kim alınacaq? Sürücü. Yox, tək sürücü yox. Yenə avtotexniki ekspertiza keçiriləcəkdi. Ölümün baş vermə səbəbi hansı avtomobili idarə edən şəxsin məsuliyyətsizliyidir. Bununla da bağlı avtotexniki ekspertiza keçiriləcəkdi. Yəni, bu işlərdə avtotexniki ekspertiza nə rəy versə odur. Qısa və konkret. Qısa və konkret avtotexniki ekspert rəy verəcəksə, hadisə yüksək sürət nəticəsində baş verib, rul arxasına oturan sürət həddini aşan adam birbaşa məsuliyyətə cəlb olunurdu. O da Biz onu deyə bilmərik də. İndi biz onu ekspertin yerinə deyə bilmərik. Buyurun bəy, mən təşəkkür edirəm sizə. Allah razı olsun, çox təşəkkür. Sağ olun qaldırdığınız üçün. Sağ olun. Tezcəniz xeyrə qalsın. Dostlar, zəhmət olmasa ekranı bəyənək, paylaşaq. Yeni gələnlər zəhmət olmasa kanala da abunə olun. 204 yeni izləyicimiz gəlib, zəhmət olmasa bir 10 nəfər, 20 nəfər də gəlsə yaxşı olar. 1600 nəfərə qalxdı yayım. Jetonu olan izləyicilər, yüksək level olan izləyicilər, xahiş edirik bizim hədəflərimizi vurmağa köməklik edin. Müşfiq müəllimin əziyyətini dəyərləndirin. 2 saat ərzində 20-30 nəfər insana suallarını cavablandırırıq, amma çox heyif ki, dəstək olmursunuz bizə. Sağ olun, sağ olsun. Sizə bir dənə üzrü sayın, bir dənə sualım var. Elə bir ki, maşının bu etibarnamə ki, generalın da verin üstəyətdə, bir nəfərdən başqasına veriləndə,
o birinci nəfərin generalın davernüsü ləğv olur, yoxsa yox? Necə yəni bir nəfərdən başqasına veriləndə? Xeyr, Elə ləğv biçim olunur. Maşının mülkiyyətçisi o birinci adamdır. O istəsə bütün davernusları ləğv edirlər. bildim. Elə bir ki, məsələn deyək də, maşını bir nəfərə generalın davernüsündən verib, o ikinci nəfər də generalın davernüsü mənə verib. Aha. O birinci nəfərin generalın davernüsü ləğv olur, mənə verəndə o generalın. Ləğv olunmur, xeyr. O qüvvədədir. O avtomatik elə bir ki, mənim davernüsümü ləğv eləyə bilərdi, onu demək istəyirəm. Bəli, bəli, əlbəttə ki. Birinci adam istənilən adam davernusunu ləğv eləyə bilər. Hə, çox sağ olun. Maşının mülkiyyəti kimə məxsusdursa, bütün səlahiyyətlər də ona məxsusdur. Vüqar, keçirəm o tərəfə, yoruldum artıq burada. 2 saat oldu Vüqar. 5-10 dəqiqədən sonra 2 saat olur. Keçər müəllim, problem yoxdur. Yoruldum artıq burada.